Salam əziz və hörmətli dostlar, xoş gördük. 2 gündür kitab oxumağa fürsət eləməmişdim. Böyük zərərdir. Yəni, əgər kitab oxuyanmırıq, əgər gündə heç olmasa bir səhifə kitab oxuyanmırıq, böyük zərərdir. Yəni, nə işimiz var bizim dünyada ki, kitab oxumaqdan mühümdür. Gündə biz neçə dəfə yemək yeyirik, neçə dəfə içmək içirik, canımızın ehtiyaclarıdır bunlar. Yəni, təbii bir ehtiyacdır. Amma, dostlar, bilirsiniz, candan, yəni o 3 dəfə ya hər neçə dəfə ki, yemək yeyirik, ya su içirik, onlardan mühüm budur ki, biz beynimizə nə veririk? Bizim beynimiz əsli vücudumuzdur. Beyin bizim hər nə ki, bu bədənimizə gedir içinə və o enerji ki, biz ondan ürətirik, tolid edirik içəridə. Bunların hamısı, o qəlbimiz, o börəyimiz, o ağciyərimiz, hər şeyimiz bundan ötürü çalışır ki, bizim beynimiz işləsin. Cəlibdir, dostlar, biləsiniz, ən o bədənimizin üzvlərindən o ki, ən göc ölər, öləndə, insan öləndə, o üzvü ki, ən göc ölər, beyindir. Beyin, bəlkə, deyirlər, 4 saat eləyə bilir ki, məsələn, hava getməsə də diri qalsın. Beləsi bir söz var. Bilmirəm nə qədər doğrudur, yalandır. Amma beləsi bir söz var, deyirlər ki, döktürlər deyirlər da, yəni mən fəqət onlardan eşitdiyimdir, oxuduğumdur ya internet sahəsində. Deyir ki, beyin ölmür rahatlıqdan. Çünki tamam bədənin özvləri işləyirlər ki, bu beyin işləsin. Beyin əslində həm hakimdir, həm də müstəmirəçidir. Bədəni istismar edir. Yəni, bu çox belə indi biz bu beyini 3 dəfə gündə yemək yeyirik, qarnımıza, qolumuza, bura, beyinə də gedir. Amma bu beynimizə bir şey vermirik. Bu, bəllidir ki, bu millət ki, beyninə bir şey vermir, o dalı qalacaq. Baxın, bunun başına yıxmayaq ki, farslar elədir, ermənilər belədir, kürdlər belədir, Amerika belədir bizi, İngilistan belədir. Bu millətlər ki, bizi istismar edirlər, onların da kitab oxumağına baxaq özümüzündə. Amerikanın da kitab ki, çap edirlər, onun da tirajına baxaq özümüzündə. İngilislərin də ha belə, Fransəlilərin də ha belə, Almanların da ha belə, Rusların, hətta farslarla özümüzü müqayisə edirik. Deməyək ki, İranı başa-başa çeviriblər fars dilinə, onun üçün kitabları çoxdur. Onların da kitab oxuyanına baxaq bizim də. Görək ki, nə vəzdiyor. Bir milləti, mən bunu neçə dəfə demişəm, baxın, heyvanla insanın fərqi nədir? O da dədənin nəslindən vücuda gəlir, biz də. Bir dənə it, bir dənə meymun, bir dənə xoruz, bir dənə toyuq, bir dənə eşşək, bir dənə at, bir dənə fil, bir dənə hər quş ki deyirsiniz, həz balıqçı, o da bir dədədən gəlir, biz də. Aynı sistemlənik biz, aynı sistemlənik. Nə cür bizim onların nə fərqimiz var heyvanlarla? Onların da başı var, bizim də. Onların da beyni var, bizim də. Onların da gözü var, bizim də. Onların da burnu var, bizim də. Onların da ağzı, dili var, bizim də. Onların da qulağı var, bizim də. Onların da dərisi var, bizim də. Yəni biz o ittilaat ki alırıq, bu saydıqlarından alırıq.
dünyanı bunların vasitəsilə tanırıq. Onun üçün də qələt tanırıq. Əgər bizim üzvümüz naqis ola, kamil işləyə bilməyə, biz o düşüncəmiz də qələt olacaqdır. Bizim əgər gözümüz düz işləməyə, rəhləri düz görməyə, biz düşüncəmiz də qələt olacaqdır. Bizim əgər burnumuz iyiləri alanda düz almaya, düşüncəmiz də qələt olacaqdır. Əslən almaya, düşüncəmiz də qələt olacaqdır. Bizim ağzımız, dilimiz və ağzımız, əgər o düşüncə ki bizə verir dadlardan, onu almaya ya düz olmaya, bizim düşüncəmiz də beynimizdə qələt olacaqdır. Bizim dərimiz əgər almaya o və ya düz almaya, bizim düşüncəmiz də qələt olacaqdır. İndi, bəs bizim vücudumuz, bizim beynimiz və düşüncəmiz bağlıdır bunlara. İndi bizim bir çox düşüncələrimiz qələtdir. Çünki bunlar düz işləməz. Bunlar düz işləməz. İnsan gedir, məsələn, bir 300 metrlikdə, 500 metrlikdə durur, biz onu cıqqılı görürük. Buradan baxırıq, o dağı bir zərrə görürük. Bu bizim gözümüzün zəfidir. Biz o dağı bir zərrə görürük. İynənin dalısından, bacasından baxanda görürük ki, o onda, məsələn, dağ ona yerləşir. Amma dağ o deyil. Bizim özümüzü, fikrimizi, düşüncəmizi dəyişmək üçün bir yolumuz var. O da budur ki, kitab oxuyaq. Çəlişki kitab oxuyaq. Bizlə müxalif olan kitab oxuyaq. O şey ki, bizə öyrədiblər, onun tərsini oxuyaq. Biz indi ömrümüzü tamamən qoymuşuq İranda. Fars oxumuşuq. Fars da öyrədiblər. Fars dilini öyrədiblər. Və mütəəssifanə biz fars kimi düşünürük. Biz deyirik, bəlkə indi onların dili ilə iş qazanırlar, insanlar pul qazanırlar. Deyirik, bəlkə etibar da oradadır, kilas da oradadır. Onlar hər nə iş görsələr bizə ülgü olubdur. Onlar başlarına palçıq yağırlar, biz də yaxaq. Onlar belə danışırlar, biz də danışaq. Onlar söyüş verirlər, biz də söyüş verək. Onlar, yox dostum, dünya dəyişibdir. O məmləkətlər ki, bugün görürsünüz, tərəqqi eləyiblər, kitab oxuyublar. Hətta kitabı belə fars dilində oxumaq, hətta mən 2-3 gün bundan qabaq təqribən bir pan-fars ilə danışırdım. Hətta o deyirdi ki, İranda fars kitabı oxumayacaqsınız. Siz ingiliscə, ya hangi dildə ki istəyirsiniz, bir mütərcim onu tərcümə edir, onun əslini oxuyun. Çünki biz tərcümə edəndə qələt tərcümələr. İndi hər halda təəssüflə mən keçən 2 gündə hər nədən dolayı beynimə yemək vermişəm. Özüm neçə dəfə yemək yemişəm. Az da olsa yatmışam. Amma bu beynimə heç zət verməmişəm. Onun üçün demək olar ki, hər halda çox mütəəssifəm özümə. Mütəəssifanə bu soğutu kitablara da adam etimad eləyə bilmir. İşləyəndə bəzən onlara qulaq asıram, amma etimad eləmək olmur. Və ha belə insanın zehni nəqdə girmir. Hər halda, bugünkü çalışacağım sürətlə oxuyayım. Görək ki, bəlkə biraz çox oxuyaq. Türkçülüyün əsasları kitabı oxuruq. Yazan Ziya Gökalpıdır. 48-ci səhifəni oxuruq. Cami-i şünasidən danışır, əgər diqqət eləsəz və niyə geri qalmışıq biz türklər və müsəlmanlar ondan danışır. Dedi ki, bizim mədəniyyət dediyimiz bir şey. Mədəniyyət dedik nədir? Mədəniyyət ibarətdir. O şey ki, insanlar ürətə bilə, tolid eləyə bilə və onu müdiriyyət eləyə bilə. Buna deyirlər mədəniyyət. Mədəniyyət bəs onda nə olur, dostlar? İbarət olur. Tamam teknolojilər, tamam fənni funun, hünəri olsun, musiqisi olsun, ərz edeyim xidmətinizə, rəssamlığı olsun, şəhərsazlığı olsun, əkinəcəyi olsun, mal heyvan saxlamağı olsun,
döktürürük olsun, dava dərman olsun, tamam bu texnik vəsaitlər ki, işlədirik. Hər şey ki, yemək üçün, içmək üçün, gəlmək üçün, getmək üçün, geyinmək üçün istifadə. Bunlar mədəniyyət dediyiniz bir şey bunlardan ibarətdir. Ürətilən bir şey, müdiriyyət olan bir şeyin adı mədəniyyətdir. Çox sadə bir tərifdir. Deyir ki, bu mədəniyyəti biz türklər kimdən almışıq? Birazını özümüz yaratmışıq, çox azın. Amma bir çoxun o birisi millətlərdən almışıq. Məsələn, mən dini belə mədəniyyət bilirəm, ha. Çünki din də bir tarixdə bir nəfərin əli ilə və onun müdiriyyəti ilə və onun fikrinə əsasən tolid olubdur. İslamı Həzrəti Məhəmməd, Məsihiyyəti Həzrəti İsa, Yahudiyyəti Həzrəti Musa, o birisin İbrahim, o birisin Həsən, o birisin Hüseyin, o birisin Kazım. Bəs bunların hərəsinin bir məbdəi var və bir nəfərin əli ilə üzər. Bu da mədəniyyətdir. Bu da mədəniyyət. Din özü mədəniyyətin bir parçasıdır. İdeolojilər mədəniyyətin bir parçasıdır. Çünki bir müşəxxəs zaman içində bir fərdin əli ilə onun fikrinə dayanaraq düzəlir. İndi bəziləri o adama inanırlar, bəziləri inanmırlar. Tamam, o başqa bir şeydir. İndi, baxın, belə olsa, indi bu mədəniyyəti çevirməyin nə işqalı var? Biz dünənəcən mal heyvanla yol gedirdik, yükümüzü mal heyvanla aparırdıq, bugünləri maşınla gedirik, təyyarə ilə gedirik, qətarla gedirik, gəmi ilə gedirik. Dünən bunlar yox idi, yəni. Dünən gəmi yox idi, dünən təyyarə yox idi, dünənləri maşın yox idi, dünənləri kamyon yox idi, treli yox idi. Bugün var. Bunu dəyişdirməyin bizə nə müşkülü var? Dünənəcən, mən indi görürəm İranda çoxalır günü-gündən, maşallah, maşallah. Adamlar təşxis ediblər ki, bizim kolyəmiz burada olur. Və bura lobya qoysan, mərcimək yox. Gərək çiti lobya qoysan, çiti. Çünki çiti lobya böyrəyə bənzir. Siz bura bunu qoysaz, o mərisiliğiniz düzələr. Bunları danışırdıq ki, cami-i şünasidə o lobya vaxtı geçibdir bura qoymaqla kolya düzəlsin. Bura gedirsiniz döktürə, ona əməl edir. Hətta bu da değişilir. Baxın, bu da değişilir. İndi insan gedir olar ki, laboratuvarlarda, azmayışgahlarda sizin bir sellulozu götürsünlər, qoysunlar ora, ondan kolya bitirsinlər. Ondan ürək, böyrək, ondan göz bitirsinlər. Ondan dişizi gətirsinlər yenidən. Tüşləriz yenidən göyərsin, tökülürəcək. Hətta mən yenə də baxırdım, əl qırılırsa, bilirsiniz, dırnaq gəlir, qabaqdan çıxır, tüh yeriyir, ərz eləyim, dəri yaralanda gəlir, amma əl qırılsa gəlib çıxmır. Amma bəzi heyvan var dünyada ki, siz onu yarıdan kəssəz, yenə də gəlir, yekəlir, həman olur. İndi nə olar bizim əlimiz də kəsilsə, ayağımız da kəsilsə, bacağımız da kəsilsə, bacaq dedim, qıç demədim. Niyə? Çünki bacaq dediğiniz qismət bizim bu o iki dana payadır ki, onun üstündə dururuq və onların köməkliyi ilə yolu biraz hızlı gedir. Buna bacaq deyirik. Biz ayaq da deyirik, yap əşyasına ayaq deyirik, amma kompletinə, başdan əşyasına, kəmərdən əşyasına biz buna Azərbaycanda qıç deyirik. Qıç sözü Türkiyədə insanın arxasında olan dəlikdir ki, oradan bir şey çıxır eşiyə. Bu yenə də dedim, çox az kəlmələrdə belə çəlişkili və tərsə anlamlı sözlər vardı. Onun üçün mən bunu işlətmədim, yerinə bacaq işlətdim. Çünki istəyirəm türkü danışam, türkündə düz örcəşaq, elmi örcəşaq, onun üçün bu cəhdi elirəm. Hər halda, indi bu kitabda deyir ki, nə olar ki biz, məsələn, dünənəcən deyək ki, şəhərsazlığımız, bizim indiki memarlığımız Avropadan, Yunandan gəlmədi. Məsələn deyək, hər yerdən. Nə fərq elər, bu yundan bir ayrı yerə gedik. Dünənəcən biz, məsələn,
gedirdik bu tebbi ciyahi dedikləri o tərəf döydürürük. Calib ki, bizim bir dostumuz var. Dostumuz da deyil, çətlimizdir. Bu adamın, mən bildiyim, Sevimur Rahmani savadı yoxdur. Bir zaman özün döşdürür rəvanşünas mərif elədi və rəvanşünası kitablar sağ olsun demirəm. Halda yenə özünə görə bir şey oturub oxuyubdu, ondan bir şey çıxadıbdı. Yəni demirəm ki, pis iş görübdü, amma hər halda yaşamaq üçün də bizə bir yol tapmışdı. İndi həmin dostumuz o tələf döhdürü olubdu. Yenə də mən bilmirəm, təxəssüsü hardan tapıbdı. Yəni, amma bunlar deyir ki, siz məsələn ömür boyu alma yeyirsiniz, ömür boyu filan meyvələri yeyirsiniz, səbziləri, göyləri yeyirsiniz, dəmirirsiniz, içirsiniz. Əgər düzəlsəydi, yer heç mərisizlik olmaydı, insanlar mərisizlik tutmayaydılar. İndi biz görürük ki, dünya gəlibdir, həb düzəldir. Həbbidən nə keçibdir? İndi leyzerlə yavaş-yavaş dava dərman edir. Ehtiyacı yoxdur, indi döhdürlər gəlir, məsələn, qabaqcan kəsirdilər, buradan oranını götürürdülər. Məsələn, bir məriz yadiri qalıydı, öyle idi. İndi yavaş-yavaş görürsünüz ki, bir dıqqılı dəlir, bir dənə lüləni oradan ötürür, o işin içərdə görür, çəkir çıxadır. Bu teknolojidir. Bunu dəyişmağın mədəniyyətdir. Bunu dəyişmağın bizə heç zərəri yoxdur ki, biz bunu bizim fərhəngimiz, təməddünümüz. Sizin hangi fərhənginiz, təməddünüz? Sizin diliz yarı farsça olubdur. Yarı ərəbcə, biraz da orada burada türk. Hangi fərhəngi, hangi mədəniyyət sizindir? Sənin dədə-baban yaşadığı sənin deyil ki. Dədə-baban əslən yaşayıb da özünündür, tamam. İndiki zindicanlığa cavab vermir. Dünya dəyişilibdir, biz hələ feylən onlarla gedənmər o. Məsələn, bir zaman bizim Azərbaycanda, Güneydə hətta, mən bunu gözümlə gördüm, öz ömrüm buna qəd verir yəni. Mən gördüm ki, xanımlar qaşların alanda ki, bəzənsinlər, onlara pis adlayırdılar. Niyə? Qaşını alıbdır. Ağa, sən qaşı almamısan 100 il, nənən almayıbdır, dəli deyil ki, bu da almayaq. Dedim, bizim çox bir əcibə geri qalmışlığımız var. O şey ki, bizə tay deyib, pəs pisdir. Nədən özümüzü ülgü bilirik? Bunu bir əvvəl axtaraq, nədən mən özümü ülgü bilirəm? Deyirəm, hər kəs mənə tay yaşamasa pis yaşır. Fulan xarədir, bəhman xarədir. Məsələn, mən siqar çəkmirəm. Tiryək də çəkmirəm. Hər dəki tüstü verir, çəkmirəm. Onu çəkənlər, mən bilirəm, əbəs işdir. Əbəs işdir. Düz iş deyil. Çünki mən demirəm ki, məsələn, bunun pulu ilə bir iş görə bilərdilər. Mən də bir iş görə bilməmişəm, çünki gəlirim yox idi. Bir var gəlirin ola, gəlirindən birazın xəşdiyəsin ola, bir də gəlirin olmaya xəşdiyəsin ola. Mən adam tanıram ki, ac qalmağa hazırdır, siqarın tərcitmağı yox. Bu hangi mədəniyyətdir? İndi bizim camiəmizdə siqar çəkmək bir moddur. Hangi mədəniyyətdir bizim camiəmizdə tiryək çəkmək məvadlı müxəddir deyək. Kollən olar ki, insanları çəhəldir. Müxəddirə, yəni çəhəldən maddədir. Ağa, bizə dişimizə dava vururlar, çəhəlir. Canımıza da onu vururlar, çəhər. Bunlar o şeylərdir ki, biz mədəniyyət deyə onlardan yapışmayacaq. Bunları kim verib bizə? Niyə veriblər bizə? Biz bəzən bunları düşünmürük. Bizə bir söz deyirlər, biz onu... Mənim yadıma gəlir, bir zaman mən Təbrizdə idim, son zamanlarda ki, Təbrizdə idim. Bir gün polisin fərmandehi bizi çağırdı, gəlin müsahibə eləyəcək, rəvabitümdən. Mən də getdim, normalda bu cür yerlərə getmərəm, amma getdim. Getdim və görüm ki, bu nə deyir? Bəlkə bir iki danda sual soruşaq filan bəhman. Ciddi sualda ki, soruşmaq olmaz. Adamı tutarlar, salırlar şeyə. Getdik. Adam dedi ki, mən iftixarla elam edirəm ki, Şərqi Azərbaycan İranda ustan-ı sefid elam oldu. Ağ ustan. Nədir bunun mənası? Yəni bu ki,
İranda hər yerdə məvaddım xətti var. Şərqi Azərbaycanda məvaddım xəttim yoxdur. Bizlər də sevindik, gəldik, titr elədik. Azərbaycan tənha ustan-ı sefid İran. Bir zaman mən ayıldım. Bir il sonra gördüm ki, burada olan bunlar bir iqtisadi oyun oynamuşlar. Biz xəbərnigarlardakı ahmağıq, sadiyıq, nə desələrlə inanırıq ki, bunlar bizim mənfəətimiz, Azərbaycanı şişitdilər, bunlar Azərbaycan bizim başımız, gözümüz. Bir ildən sonra gördük ki, Azərbaycanda məvaddım xəddir mafiyaları işdir. Bunların sözü buymuş. Azərbaycanda bazar var. Azərbaycan əl toxunmamış bir bazardır. Niyə bu bazardan istifadə eləmirsiniz? Bir ilin içində Azərbaycanın kətlərinə də məvaddım xəddir getdi, şəhərlərə. Niyə biz bu qədər sadiyuq? Əcəl bildiniz? Niyə 100 ildir farslar bizi idarə eləyə biliblər? Çünki biz kitab oxumuruq. Çünki biz çəlişkili kitab oxumuruq. Çünki biz bunların dediklərindən ayrı cür fikirləşənmirik. Çünki biz onların tərsəsinə fikirləşənmirik. Bunun üçün ki biz dalıya qalmışıq. Bunun üçün onlar biz minirlər. Bunun üçün biz daimən onların zulmü altında qalmışıq və cəlib budur ki, etiraz edəyəmirik. Baxın, dünən İsrağa gün lordu, ərəbdir, hər kəsdir. Durublar, hətta mən bu günləri gördüm ki, Qəşqayı bacı qardaşlarımız, mənim iftixar elədiyim parçamız, bunlar deyirlər, biz gedəcək, zindanımızı azad eləyəcək. Durublar, rahpemalıq eləyiblər, gediblər zindanın qabağına. Dadqah görübdür ki, dadqüsləri görübdür ki, ya gərək burada ölü verə, ya adam öldürə, ya da bunu azad eləyir. Biz necə? Bizlər oturmuşuq, ağa İran hüquq-i bəşər, ədalət, İslam, dil, nə bilim, demokrasi, ağa bunlar şüardılar. Bunlarla biz özümüzü toğlarıq, onlar da bizi bunlarla toğlarlar. Ana dili, gələr bir dəfə deyər, Azərbaycan türkdür, biz də 5-10 il yatarıq. Biz də 5-10 il yatarıq. Mən gündə sübdən axşamazdan türk danışıram, cəlib deyək ki, şey eləmir, həssasiyyət demir ki, ağa İnsafəli türk danışdı. Xameneyi bir cümlə, ağa Xameneyəm Türk, nə olsun, türkdür, nə olsun. Əsən qoyaq türkdür, nə olsun. Türkluğa bir iş görübdür, Azərbaycanlılara bir iş görübdür, türklərə bir iş görübdür. Xain türk olur olsun, xaindir. Düşməndir türkünə. Bu tartış etdi. İndi hərdən də bir bu türkü danışsın. Bizi İstəyirəm deyə baxın, biz sadəliyimizin əsası nədir? Sadəliyimiz budur ki, bizi, beynimizi qurublar, şu məğzi, brainwashing, beyin yıxama. Bizim beynimizi saat kimi qurublar, istədikləri vaxt biz yuxudan ayılacaq, duracaq, yatacaq. Biz nədir bu vəziyyətdən qutara bilirik? Onlar yazdığı kitabları oxumamaqla, onların ziddili kitabları oxumaqla. İndi qeydək kitabımıza. Pəs mədəniyyətdən mən biraz keçən dərslərə görə biraz işarə elədim, çünki 2 gündə oxumamışdıq. Ötədən bəri millətimizdə bir eğitim məsələsi, bir tərbiyə məsələsi vardır. Eğitim məsələsinin və tərbiyə məsələsinin qoyubdur dırnaq arasına. Eğitim, eğitmaq. Yəni nə mənə? Yəni bu ki, İranda deyirlər ki, təəllim, təəllüm, örgətmək. Eğitim yəni örgətmək. Bizim dilimizdə eğitim örgətməkdir. İndi tərbiyə də nədir? Tərbiyə də bir şeyi istədiyin şəklə gətirməkdir. Baxın, tərbiyyət ya tərbiyə nə deməkdir? Eğitim nə deməkdir? Bunu biraz açıqlayaq da, görək eğitim nə deməkdir? Mənim nəzərimə, mən lüğətçi rəyləm, onun üçün bu sözləri fəqət
zehninizə alın ki, bunun tərsəsini düşünə bilərsiniz. Düşünməyə, axtarmağa başlayın. İtilətmək sözündən gələ bilər. Biz bir dəmiri daşa sürtərik, bunun üzü yeyilər zaman içində, bir zaman aparar da bunu sürtməklə. Bilə daşa hər nəyə sürtsək, bunun üzü yeyilər, nazikləşər, bu nazikləşdikcə kəsər. Buna iti deyirik. İti, kəsici. Bəlkə eğitim sözü də bundan olar. Eğitim sözü. Çünki biz ağlımızı sürtməsək, bunu kəsici eləyə bilmərik. Ağlın sürtməyi daşınan deyil. Ağlın sürtməyi tərsə fikirləri bir-birinin qarşısına qoyub vəsətdən bir şey çıxartmaq. Buna elmicə deyirlər tez, mənim fikrim, antitez bir tərsə kitab. Mənim fikrim nə dedik? Mənim özümün fikrim yox. Baxın, biz nənədən doğanda boş doğuruq. Beynimizdə tesisat yoxdur. Olsa da nənəmizin səsi, təbimizdən, hərarətimizdən, dədəmizin səsi, bu qədər. Nənəmizin qəlbi falan, bunlar. Yəni, bunlardan çox başqa bir şey yoxumuzdur. Beyin doğulanda. Gözümüzü açmamışıq, heç zat bilmirik. Gözümüzü açandan sonra əvvəldə görərsiniz uşağın gözü süd gözü deyərlər. Yəni, torrudur biraz. Alator. Alator görəcəyik əvvəl hər yeri. Alatorluqdan sonra açılacaq, biz yavaş-yavaş nənəmizin üzünü görəcəyik, dədəmizi görəcəyik, evimizi görəcəyik, yavaş-yavaş dünyada bu olan evimizdə olan vəsaili görəcəyik, bizim əqlimizə şey yığırıq. İndi bizim əqlimiz başlayır yekəlməyə. Yavaş-yavaş nənəmiz danışır, eşidirik, dədəmiz danışır, radio açıqdır, televizyon açıqdır, bunları eşidirik. Bizim beynimiz yığır. Bizim iradəmizdən xaricdir. Beynimiz öz-özünə, qulağımız eşidənləri, gözümüz görənləri, burnumuz iyiləyənləri, ağzımız dadanları və bədənimizə deyənləri bizim zehnimiz zəbt edir. Olur bizim ağlımız. Ağıl dediğimiz budur. İndi biz yavaş-yavaş yoldaşlarımız olur, onlardan eşidirik, yoldaşlar, qonaq gəlir, gedir, qonaq gedirik, gəlirik, bunlardan eşidirik, famillərə gedirik, sinamiyə gedirik, minirik maşına gedirik, çölə, bayra, hər yerə gedirik, bunları gözümüz və dedim, bunlarla alırıq. Bunlar bizim örgəşmişik. Bunların hamısı bir yığışır, olur bir dənə top. Bizim beynimizdə bir dənə bir qarma qarışıq bir topdur. Birazı nə bilim yemaqdır, birazı iylərdir, birazı işmaqdır, biraz danışmaqdır, biraz oradır, buradır. İndi sonra gedirik mədrəsəyə, mədrəsədə kitab adına bizə bir şeylər genədə doldururlar bura, müəllimlər doldururlar, gedirik danışqaha, onlar doldururlar burada boş bir yerdir, doldururlar. Nə qədər doldurursan doldur. Buranın da bir gücü vardır. Hər şey ki çox işlətmirsə onu atar eşiyə. Biz maşınla, sürətlə gedirik, yüzündən çox şey görürük. 100 metr gedəndən sonra yadımızda dəyişik qabaqca nə görmüşük. Çünki bizim zehnimizin bir qisməti balıq zehnidir. Baxdı, bu lazım deyil, bu fəqət əl-an lazımdır. Tamam, ötür getsin, dilit elə. Buradan gedir, deyərlər bu qulaqdan alır, o qulaqdan ötürür. Bunu dəqiqən bizim beynimiz işləyir. Buradan alır, oradan ötürür. Milyardılar gigabayt məlumatı biz məsələn buradan gedirik, filan məqsədimizi 100 kilometr, 1000 kilometr gedirik. Burada milyardılar gigabayt məlumat gəlir zehnimizə, zehnimiz bu tərəfdən dilit edir, atır eşiyə, silir. Bir iddəsini seçilik saxlır. Bir yol. Onun üçün də biz görürsük, bəzən bir şey yadımıza gəlmir. Niyə yadımıza gəlmir? Çünki dilit olubdur. İndi gərək bunu bir ayrı bir şeylərlə gedək, o dilit olan yerdən çıxadaq. Bəzən imkanlıdır, bəzən imkansızdır. İndi mən eğitim sözüm buradan. İndi buracan eğitim deyil. Buracan zehni doldurmadır. Ambarı doldurur. Eğitim o zaman olur ki bir ayrı, bunun tərsi, bizə ki nə deyiblər, onun tərsi bir şeydə oxuyaq. Onun tərsi bir şey oxuyanda vəsətdə, bu bizim zehnimizdəydi, biz bunlara inanmışdıq. Uşaqlıqdan indiyəcəm bunları daşıyırıq. İndi bir dənə oxuyuq ki bunun tərsəsidir. Tamam, bununla bu qatışdı bir-birinə. Hansısı doğru gəlir, dünya hansısının tərəfindədir, elm hansısının tərəfindədir, onu gərək araşdıraq. Orada vəsətdə bir üçüncü fikir çıxır. Nə budur, nə də budur. Vəsətdən bir o bizim eğitimimiz orada olacaq. Mənim eğitimlə düşüncəm belə bir sistemdir. Onun üçün də demişəm, mənim nəzərimə mədrəsələrdə eğitim sistemi gərək yığılsın. Oyun sistemi, montaj sistemi, yəni beləsi montaj. Məsələn, oyuncaqların tikə parçasını tökəcəksən yerə,
Uşağa deyəcəksən ki, buradan biz oynuruq, bu oyunları bir şey düzəldik. Qoyacaqsınız, uşaq özü buradan bir şey düzəlsin. Buradan bir şey düzəldəcəkdir. Bu bunun zehni oynayacaq. Bu bunun məsələn bir dənə bir şey, bu bir şey çıxdı. Bunu bir şeyə bənzədəcək. Bunun zehnində bir işlər düşəcək. Bu olacaqdır təlimi, onun olacaqdır zehninin o çəlişkisi olan yer. Çünki o adamı belə görmüşdüm deyəcəm. Mən nənəsin, dədəsin, müəllimin, ustadın, həmsayasın, yoldaşın belə görmüşdü. İndi burada oyuncaqlarda bir ayrı cür düzəldəcək o zövmü. Tərbiyə nədir? Dedik ki, tərbiyənin bizə anlamı yoxdur. Biz bilmirik tərbiyə eləməni. Tərbiyə yəni bu işi görmə, o işi görmə, bu işi elə, onu eləmə, bunu elə, bunu elə. Yox, bu deyil. Bu tərbiyə deyil. Bunun adına deyərlər elə və eləmə. Bu tərbiyə deyil. Tərbiyə nədir? Tərbiyənin tanıdığımız sözündən, tərbiyə sözündən tanıdığımız söz mürəbbə sözüdür. Mürəbbə sözü nədir? Mürəbbə sözü budur, dostlar. Biz bir meyvəni, istədiyimiz meyvəni ki, iradə edirik. Onu bir vəziyyətdə alarıq. Yəni, o meyvə gərək bir həddə yetişməsə olmaz, ondan mürəbbə çıxmaz. Onu alarıq, onu gətiririk. Baxın, onu almağa bir iradəmiz var, hədəfimiz var. Əvvəl deyirik ki, biz filan şeyi istəyirik. Filan mürəbbanı istəyirik. Ondan sonra ona imkanat yaradırıq. Yəni, cibimizdə pulumuz var, qazanmışıq, qoymuşuq cibimizə. Getmişik bazara, tükana, bağa, hər yerə. O meyvəni tapmışıq, axtarmışıq, tapmışıq meyvələrin içindən. Tazə onu 1000 nəfər satırdı. O 1000 nəfərin içindən seçmişik, filan kəsin meyvəsini almışıq. Ki, bizim istədiyimizə yaxındır. Ondan sonra onu gətirmişik, onu hazırlamışıq mərahilin, yumuşuq, təmizləmişik, kəsmişik, ya qabığını soymuşuq, onu məsələn filan şeydə yatırdacaqdıq, yatırtmışıq. Sonra onu məsələn filan qədir bişirəcəkdik, bişirmişik, suyu bu qədər gedəcəkdir, gedibdir. Onu şiriyə tökmüşük, yəni şəkərə ya hər nəyə tökmüşük, qatmışıq, orada qoymuşuq, bişibdir, olubdur bu mürəbbə. Pəs mürəbbə bu deyil ki, sözünlə danışaq. Bu işi görmə, siqar çəkmə. Mən siqar çəkirəm, sən siqar çəkmə. Tamam, sənin oğlun olacaq motan. Mən çay içmirəm, mən tiryə çəkirəm, sən siqar çəkmə. Oğlum özgənin malına baxmazlar. Özgənin namusuna baxmazlar. Amma özü baxır. Çıxır eşiyə görür ki, hamı baxır. Niyə baxmasın? Bu tərbiyə deyil. Tərbiyə dəstur deyil. Eləmə. Hətta vurmaq da deyil. Vurmaq kəc yol aparar. Onun üçün də biz İran inqilabından bu yüzə görürük ki, yəni 42 ildə görürük ki, deyiblər məvadlı müxəddir əvvəl inqilabda məsələn 1000 nəfər çəkərdi, indi 10 milyon nəfər çəkir. Məsələn, əvvəl inqilabda insanlar, məsələn, deyək ki, İranda 100 dana fahişə vardı, indi görürük 10 milyon dana fahişə var. Kişiləri də deyirəm, arvadları da deyirəm. Əgər əvvəl inqilabda görürük ki, insanlar 100 nəfər oğurluq elərdi, indi görürük ki, rəsmi oğurluq dəstək, yaşama oğurluqdur. Əgər görürük, məsələn, 1000 nəfər yalan danışardı, indi maşallah, məsələn, 85 milyondan 84 milyona heç olmasa yalan danışır. Pəs bu mücazatla, qanunla deyil tərbiyə. Tərbiyə yaşamla, yaşam tərzidir. Necə ki, əxlaq, dedim geçən cələsədə, əxlaq bundan ibarət deyil ki, biz yaxşı adamların dalısından danışmayı qeybət olar. Qeybət vacibdir. Adamların şəxsi məsailini danışmayıq. Amma şəxsi məsaili də əgər özgələrin malına geçsə, yenə danışacaq. Necə ki, biri gedib oğurluq eləyib, bunu danışmayaq. Biri idarədə ixtilas eləyir, danışmayaq. Niyə danışmayaq? Qeybət kəlməsi, dostlar, yəni qayib olmaq, gözdən itmək. Biz bunu qəbul eləməməliyik ki, deyək, yox. Hər halda sözü uzatdım, kitab yaddan çıxdı. Pəs, ötədən bəri məmləkətimizdə bir eğitim məsələsi, bir də tərbiyə məsələsi var. Tamam. Bu iki dana bir məsələ var bizim toprağımızda, məmləkətimizdə. Bu məsələlər bir çox çaba və çalışmalara rağmen bir türlü çözülməyir. Ya çözüləmir.
Bu məsələlər, yəni bu 2 dənə məsələ bir çox çaba bilirik də, yəni çabalamaq. Çaba bir diqqət buyurun, bu da mühümdür. Biz niyə çabalarıq? Bir müşkilə düşmüşük, çabalırıq. Pulumuz yoxdur, borc almağa çabalırıq. Borcumuz var, verməyə çabalırıq. Bir hədəf var. Çaba bunun şeyidir. Çabalamaq məsdəridir, türkcə, ərəbcə. Onun feilidir çaba. Biz çaba, yəni bir fəaliyyət göstəririk ərəbcə. Çaba və çalışmalar. Çalışmalar da ola bilər qeyri hədəfdar olsun. Çalışmaq. Məsələn, biz yuxuda dönürük o üzbüzə. Bu bir çalışmaqdır. Hədəfdar deyil, hədəfli deyil. Deyir, çaba və çalışmalara baxmayaraq, rəğmən, yəni onlara baxmayaraq, rəğmən ərəbcə sözdür, yazılması da ərəbcə yazılıbdır, tənvin ilə yazılıbdır, ən tənvin ilə. Yəni, baxmayaraq, rəğmən, yəni onu göz ardı eləyərək, göz önünə tutmayaraq. Yəni, deyir, bununla belə ki, çabalar və çalışmalarımız olubdur, bir türlü biz ona cürlü deyirik, bir türlü. Bir türlü, yəni bir cürə, hər cürədir, bir türlü çözüləmir. Çözüləmir, yəni o çözülmür. Ya çözülə bilirmir. Çözüləmir, yəni məchuldur. Deyir, bilmirik niyə çözülmür. Çabalalar var, hədəfsizdir. Çalışmalar hədəfsizdir. Çalışmalar hədəflidir. Çabalar hədəfli, çalışmalar hədəfsiz. Yəni, bəzən bir hədəfə görə, bəzən də öz-özünə. Dünənki dərsdə bunu işarə eləmişdi. Deyir, o çözülmür. Çözmək da dedik ki, yəni, düyünü aşmaq. Bu məsələnin əslinə baxarsaq, görünür ki, tərbiyə məsələsi də mədəniyyət məsələsinin bir parçasıdır. Diqqət buyurun, gəldi, yetişdi ora. Deyir, bu məsələnin əslinə baxsaq ki, bu müşkül hardadır? Niyə çözülmür? Bəs bizim 2 müşkülümüz var camiəmizdə. Biri eğitim, öyrətmək. Biri də, əlbəttə, öyrətmək yetişmir. Mən dedim, eğitim kəlməsi mənim nəzərimcə itilətmək kəlməsindən, iti kəlməsindən gəlir. Tərbiyəni də açdım ki, bir hədəfdar yoldur və işdir, bir sürətdir. Uşaq nədən olur? Biz onu tərbiyə eləmək üçün onu yaşamalıyıq. Cəlibdir, mən indi bu videolarda görürəm, bəzən Çinizlərdə bunu görürəm, Çinlilərdə görürəm, çox cəlib tərbiyə edirlər. İstir ki, uşağı, məsələn, mobaylı uşağın əlindən alsın. Dədiyə 1-2 dana vurur, uşaq mobaylı verir. İstir, iti tərbiyə eləsin ki, bu şeyi yemə, ölərsən. Onu qoyur bir it oynacağın ağzına, onu ağzını belə tərpədir, sonra ölür. İti ölən kimi atır yerə. İt ağzındakı şeyi atır yerə. Yəni, yaşamla biz bunu tərbiyə edirik. Yaşam. Biz uşaqlarımızı yaşadığımız sürətdə, evdəcə yalan deyirik, ər-arvad, dədə-nənə, bir-birinə, uşaqlara, familiyə, ona, buna yalan deyirik. Uşağımız yalancı olacaq. Əgər siqar çəkirik, uşağımız çəkəcək. Əgər oğurluq edirik, ya oğurluğu təmcid edirik. Məsələn, bir dostumuz vardı, bir familimiz var, bir kətlimiz var, bir məhəlləlimiz vardı. İdarədə işləməklə, ixtilasla, ya bir yerdən, mən bunu çox eşitmişəm, görürsünüz ki, bir adam bir yerdə işlir, oradan axşamdan axşama bir şey gətirir evə. Bu oğurluqdur. Uşaq bunu öyrəşir ki, bu bizim malımız olmasa da gətirə bilirik. Tərbiyədir. Oğurluğun qapısını açdı uşağın üzünə. Uşaq indi sabah deyəcək ki, yoxdur, bu vəsilədə, maşında mənim deyil, özgənidir, ala bilməməz. Uşağın zihni işləyir, məntiqi çalışır. Bu məsələnin əslinə baxarsaq, görünür ki, tərbiyə məsələsi də mədəniyyət məsələsinin bir parçasıdır. Pəs tərbiyyət məsələsi də mədəniyyətin bir parçasıdır. Tərbiyyət özü. Təlim və tərbiyyət özü mədəniyyət. Biz məsələn dünən deyək mollalardan, bir şeylərdən gedirdik, əlif, əzəbər, ə öyrəşirdik.
Bu bir mədəniyyət də. Gedirdik bir yerdən öyrəşirdik. Bizdə yox idi, gedirdik öyrəşirdik. Onu bizə bir öyrədirdi. İndi buradan dururuq, gedirik. Məsələn, ingilisini öyrəşək. Nə fərq edir? Pəs tərbiyə məsələsi də mədəniyyət məsələsinin bir parçasıdır. Əsl məsələ çözülüncə eğitim məsələsi də özlüyündən həll edilmiş olacaqdır. Əsl məsələ nədir? Mədəniyyət məsələsi. Əgər bir mədəniyyət məsələsini həll eləsək ki, mədəniyyət biz oradan buradan almışıq, ürətdiyimiz olsa da yeniləşməyə haqqı var. Deyək ki, məsələn, o tələf həkimliyi bizim özümüzündür. İndi onun dəyişmək zamanıdır. Onu dəyişsək nə olar? Məsələn, bizim filan kəsin qarnı sancılansın. Pəs, əsl məsələ çözülüncə, yəni mədəniyyət məsələsi bu ki, özgədən alınmadır. Tərbiyə məsələsi də özgədən alınma olursa sistemi. Məsələn, biz indi fars sistemi də tərbiyə oluruq. Məsələn, bunu alaq ingiliscədə, almancada, amerikacada tərtib eləyək özümüz. Genə laxil yaxçı bir şeyə gedirik. Əsl məsələ çözülüncə eğitim məsələsi də, əsl məsələ çözülsə eğitim, təlimi, dedik ki, İranda təlim deyirlər. Təlim məsələsi, təlim-təəllüm məsələsi də özlüyündən, yəni içindən, özündən çözüləcək. Əgər biz desək ki, biz dünənəcən əlif zəbərənə öyrəşirdik, bu bizə bir mədəniyyət idi gəlmişdi. Bu yunları eləyə bildik ki, ayrı bir sistemdə öyrəşik. Bəs bu bizim heç də fərhəngimiz deyil, heç də kültürümüz deyil. Biz dünənəcən paltarlarımız bir ayrı giyirdik. Bizim bir ayrı paltarımız var idi. Dünəndən də bəri keçmişik bu paltarı giyirik. Sabahlarda bir ayrı paltar giyirik. Dünənəcən qaşımızı vurmurduq, bu günləri qaşımızı vura bildik. Dünənlər, məsələn, bu günəcən kişilər motif vurmur, sabahdan motif vura bilərlər. Yəni, bəzənmək məsələn. Nə iradə ola bilər? Əgər gözəllikdir, kişiyə həram deyil ki. Əgər bir gözəllik yaradır bir şeydən, hamı bundan istifadə edə bilər. Əgər keçəlçilik olmaq gözəldir, ki, mənim nəzərimə yaraşır mənə, bir yol, hər kəs eləyə bilər özünü keçəl eləsin, hətta xanımlar. Afrikalı xanımlar başlarına təkdən gündə ülgücünə vururlar, tiğinə vururlar. Nə iradı var? Heç mənim nəzərimcə iradı yoxdur. Bunlar şeydir. Pəs, eğitim məsələsi, təlim-tərbiyyət məsələsi öz-özünə çözülər özlüyündən. Yəni, əgər siz otomatik var, təməddünüzü, mədəniyyətinizi dəyişdirsəz, təlim-tərbiyyət də dəyişiləcəkdir. Deyir ki, özlüyündən həll edilmiş olacaq. Tamam. Gerçəkdən məmləkətimizdə gərək mədəniyyət, gərək tərbiyə baxımından bir-birinə bənzəməyən 3 təbəqə vardır. Deyir, gerçəkdən, vaqiiyyətdə. Deyir ki, əyri oturaq düz danışaq. Gerçəkdən, yəni vaqiiyyətdə, əyri oturaq düz danışaq. Məmləkətimizdə, bugün Güney Azərbaycanda gərək mədəniyyət haqqında, gərək tərbiyə baxımından bir-birinə bənzəməyən 3 təbəqə var. 3 təbəqə var. Saxtmanın təbəqəsi kimi 3 təbəqə var. Bir-birindən ayrıdır. Amma cəlibdir. Bunlar bir-birindən də bir səhv deyirlər İranda farsça. Onca bir araları var. Yoxsa bir olarlar. O səhvlər yoxsa bir olarlar. Üçü də amma cəlibdir. Bunlar qatışar, qatışmaz. O da bir məsələdir. Yaxşı. Xalq mədrəsəlilər yəni, xalq bir əvam xalqımız var ki, mədrəsəyə getməyiblər. Bir mədrəsəlilər, yəni mollalar ya danışqahilər, məzərsən, mollalar, bir də oxullular. Oxullular, yəni onlar ki, mədrəsəyə gediblər, danışqaha gediblər. Bunlar. 3 dənə oldu pəs. Deyir ki, 3 təbəqə var bizim nə haqqında? Mədəniyyət və tərbiyə haqqında. Ki, bir-birinə qaşınmırlar. Bir umum xalqıdır ki, deyək savadsızdılar. Fars dili məsələn öyrəşməyiblər, fars fərhənginə girməyiblər. Əlbəttə mütəəssifanə bu günlərdə bir ev yoxdur ki, orada televizyon ya radio olmasın ki, deyək bunlar fars mədəniyyətə girməyiblər. Mənim nənəm məsələn savadı yoxdur. Sinni də az deyil.
Amma indi bəzən soruşuram nə filan şeyin türkçüsü nədir? Görürəm ki, farsısını deyir. Çünki eşitdiyi bu sözdür. O atmosferdə yaşır. Yavaş-yavaş mənim nənəm ki, bir fars dili başarmır, fars dili oxumayıbdı, bu radio, televizyondan farslaşıb. Bir-birinə bənzəməyən 3 təbəqə var. Xalq, umum xalq işi savadı yoxdur, ya vardı, amma düşmənin dilinə, zəhərinə boyanmayıblar. Mədrəsəlilər, yəni mollalar, mədrəsə bilirsiniz, əslən deyilir, mollalara deyilərdi. İrandan eşikdə mədrəsələrə və danışqahlara görürsünüz, cami deyirlər, ya mədrəsə deyirlər. Mədrəsələr, yəni o adamlar ki, mədrəsədə, gediblər mədrəsəyə, mədrəsələrdə bir növ tərbiyyət olublar. Məsələn, mollalar. Mədrəsələrdə bir cür tərbiyyət olublar. Bilirsiniz, bu günkü mədrəsə İranda deyilir, bunların əslində adı mədrəsə deyil. Mədrəsə onlardan qabaqçı sistem idi ki, gedirdilər indi Hovze elmiyə deyirlər, Hovze cəhliyyə fiqhiyyə, ya Hovze fiqhiyyə cəhliyyə xurafiyyə gedirdilər və orada müdərris görürdülər. Mədrəsə haradır? O yerdir ki, orada müdərris gedir, dərs verən. Bunlar gedirdilər, orada dərs oxurdular. Dərs oxuyandan sonra bunların içindən bir şey çıxırdı. Özlərini bir haqq bilirlər, işləməyələr, millətdən alıb yiyələr. Və bunların da ildə bir ay gəlil günləri var. Noxaxanlar və bunlar. Noxaxanların aşıqlar bunların tərsəsidir. Aşıqlar hər gün toy yapa bilərlər. Amma Noxaxan ildə fəqət bir gün, ya bir ay Noxaxanlıq eləyə bilər. Pul qazana, yaşaya. Molla da ildə bir ay pul qazana bilərdi. Amma indi bu son zamanlarda Pəhləvi dövrəsindən bu üzə evlərdə gedib mərsiyə deyirlər. O əlavə olubdur. Oxullular olardılar ki, gediblər bugünkü İranda mədrəsə deyilən sistemə. Və danışqaha. Bunlar da o biridir. 3 təbəqə oldu pəs. Bu 3 sinfidən birincisi hala uzaq doğu mədəniyyətindən tamamilə ayrılmamış olduğu kimi, pəs birincisi, yəni mollalar, tələbələr, noxaxanlar, bunlar. Üz istəyirəm, millət, xalq. Xalq, bu üçündən birincisi, 3 sinfidən, 3 bölümdən, 3 təbəqədən, birincisi, yəni xalq, hala uzaq doğu mədəniyyətindən, şərqə dur dedikləri, uzaq şərqdən, uzaq doğu mədəniyyətindən tamamilə ayrılmamış. Deyir ki, o uzaq doğudadır, hələ doğuya da gəlməyibdir. Bilirsiniz də, demişdi, bir uzaq doğu var, bir doğu var, bir də qərbi var, batı. İndi, uzaq doğu mədəniyyətindən ki, neçə min il bundan qabıq idi, tamamilə ayrılmamış olduğu kimi. Deyir ki, bunlar o cür olduğu ona tayin. İkincisi də, yəni onlar ki, mədrəsələrə gediblər, mollalar, içində hənuz doğu mədəniyyətinin elmlərindən bir az olsun yararlana bilməmişdir. Yararlana bilmişdir, üz üstə. Deyir ki, ikincisi, yəni mollalar da hənuz indiyə qədər, yəni bu neçə yüz ildə ki, bu mədrəsələr var, doğu mədəniyyətini, dedik ki, doğu mədəniyyətini ha zaman girdi türklər, o zaman ki, İslamı qəbul elədilər, İslamla birlikdə doğu mədəniyyətinə girdilər. Yəni, ərəblər o zaman Yunandan və Rumdan alıb tərcümə eləmişdilər, yavaş-yavaş mənimsirdilər, türklər də müsəlman oldular, bu həm mədəniyyəti aldılar, həm İslam aldılar. O zamandan biz girdik doğu mədəniyyətinə. Ondan qabaqdan biz uzaq doğu mədəniyyətindəydik, türk olaraq. Belə düşünür bu adam. Deyir ki, ikincisi də hənuz, yəni indiyə qədər doğu mədəniyyətinin, yəni İslam dediği mədəniyyətin elmilərindən, mən burada deyirəm, İslam adında elm yoxdur. İslam əslən dindir, elm düzəldə bilməz ki. İnsanlardılar ki, farsca deyilir, azumun o xəta vasitəsilə elm düzəldə bilərlər. Elmi də məcmui xətalar və düzlərdir. Pəs oldu, elmlərindən biraz olsun, yəni İslam dövründə olan elmlər, Yunandan alınıb və Rumdan alınıbdır, o elmlərdən bir az olsun, yararlana bilmişdilər. Yararlanmaq, yəni fayda almaq. Fayda ala bilmişdilər. Demək ki, millətimizin bir bölümü ilk çağlarda, bir qismi orta çağda. Pəs deyir ki, bizim millətimizin, yəni türk millətinin bir bölümü ilk çağlarda. Yəni,
3000 il, 5000 il bundan qabağın kültürü ilə yaşır. Bir qismi orta çağda, bir qismi orta çağ, yəni Qurun-i Vusta, qaranlıq yüzilliklər. Orada yaşır, mollaları deyir. Bir qismi orta çağda, bir qismi son çağlarda yaşamaqdadır. Bir qismi da, çox bir az qismi da son çağda, yəni Batı mədəniyyəti dediyimiz, Avropa və Amerikada gələn inkişaf eləyən sistemə yaşamaqları. Neçə nəfər Güney Azərbaycanda bu günləri Avropai sistem yaşayırlar. Yəni düşüncə sistemi heç olmasa deyək. Düşüncələri neçə faiz, neçə nəfər. Cəlibdir. Biz İranlıların bir çoxun Kanadada, Amerikada görürük. Mən gördüklərim. Mən bir dənə misal vurum. Görün ki, nə qədər bu dərindir, bu acıdır. Mən 2004-də getdim Almana, Cumhuri Xahan konferansına, getdim, düşdüm zindana. Məni dəvət ediblər konferansa, bura gələnlərin hamısı döktürdü, profesordur, siyasətmədardır, böyük insanlardılar, ağıllı, düşüncü, İranın ziddili. Bir danışqah Berlinin danışqahında bizə bir böyük bir salon, yəni bir danışgədəni tətil eləyiblər, bizi qoyublar. Ora biz burada suxəndanlıq eləyirlər, 5 gün, 3 gün. Cəlibdir. Mən bir dəfə soruşa tuvalet haradı, gedəcəm tuvaletə. Adamlar çox şık giyiniblər, başmaqlar vakslı, kravatlar bağlılı, xoş şalvarlar ütülü, ot kolunlar üstdən yağır, hamı bir-birinə yetişir, çox şəq durublar, bir-birləri ilə çox rəsmi danışırlar, bəzən də şuxluq edirlər, amma çox müəddəb, çox belə. Adam bunları görəndə deyir ki, İranın gələcəyi nə gözəl olacaqdır. Çünki bunlar hamısı təhsil eləmiş, hamısı. İndi iş gəldi ki, mən gedən bir tuvaletə. Tuvaleti soruşdum, getdim, gördüm, bəli də, mənə xəy adamlarda konferansda 700 nəfər, 600 nəfər adam vardı. Bunlarda 600 nəfər, bu salon danışçı yoxdur, cəlibdir burada. Karimət də yoxdur, biz özümüz. Yəni İranlılardır. İranla, o İranlılar ki, məndən sonra şayət 1-2 nəfər İrandan gəlibdir. Qalanın hamısı Avropadan, Amerikadan yığışıblar bura. Yəni bunların hamısı profesor, yuxarı dərəcədə. Deyək ki, 600 nəfərin 500-ü profesordur. O 100-ü də siyasətmədardılar. Yəni savadları da az olsa, amma siyasətmədardır. İndi tamam. Getdik tuvaletə. Tuvaletə girdim, gördüm ki, bura bizim Avropada İran kimi deyil. Tuvaletlər, kişi tuvaletləri 2 bölünə bölünür. Bir ayaq üstə işlərini görən, bir də oturanlar ki, gedirlər otaqçalarda, otururlar, işlərini görürlər. Yox. Cəlib budur. Siz orada Amerikada da bu cürdür, elə indi Kanadada da bu cürdür, evdə də, evlərin bir çoxunda da bu cürdür və düzdə deyil, amma bu cürdür. Nə edirlər? İnsanlar özlərini yumurlar. Kağızla təmizdirlər. Kağız tuvaletlə, şeylə. Və ayaq üstə işlərini görənlər də o kağızı götürəcəklər, bunu qurudacaqlar, atacaqlar aşqal qabiyə. Cəlibdir, mən o pillələri ki, yendim gedən bu tuvaletə, gördüm ki, bu tuvaletin dizə qədər kağız var, dizə qədər. Yəni adamlar özlərin, ya əllərin, ya dalıların, ya qabaqların qurudublar, bunu atmayıblar aşqal qabiyə. Atıblar yerə. Özlərinə bu haqqı biliblər ki, profesorlar, döktürlər, mühəndislər, hüquqdanlar, hüquq bəşər fəaliyyətləri, siyasətmədarlar, rəhbərlər, iki program vardılar, atıblar bura. Yəni, hamı eləyə bilərdi bunu ata aşqal qabiyə. Aşqal qabiyə də ayağını bassa, geydi təbə, nəhayətdə düşünmür. Amma cəlib budur ki, dizə, and içirəm, dizə də yetişməsəydi, məsələn, bir qarış dizdən əşaya qədər. Hamımız bunun içində yerirdik. Və hamımız döktür mühəndisidir. Yəni, savadları az olan mən idim. Mənim də o zaman lisansım var idi. Və az olsaydı, mənim, məsələn, çox təəccüb elədim. Dedim, kaş mənim əkkasi dürbünüm burada olaydı, bundan bir əks götürəydi. Ki biz, ağa getmirsən tuvaletə özü işi görmüsən, bu kağızı bir həll yolu var. Yox, bunu mən atacağım yerə danışqahın vəzifəsi gəlsin, yığsın. Danışçılar bu işi görməzlər. Siz Amerikada, Kanadada gelin danışqaha belə bir şey yoxdur. Cəlibdir, biz bu çox
Dostlarımız bəlkə bunu çox nə deyirlər, aşağı bir misal görərlər, yox, aşağı deyil. Bu yaşam tərzidir, əxlaqdır. Bu bizim tərbiyə olduğumuz sistemdir. Bizlə Amerikanın fərqidir, bizlə Avropanın fərqidir. Bizlə Çinlinin fərqidir. 100 il bundan qabaq Çində iti saxlardılar. İşləri olmazdı. Çünki itə yemək deyərlər, itə yemək verməzlər. İt fəqət eşikdə hər nə tapsa yeyəcək. Özü insanın fəzlə ərəbcəsini niyə deyirlər? Ərəbcəsi də poxdur, türkcəsi də. Yəni fəzlə deyəndə məsələn çox müəddəb görsənirəm. Fəzlə ilə həmin yəni türkcəsi poxdur. İnsanın poxunu yeyəcəkdir. Yeçələcək, ətlənəcək. Biz acalanda kəsib yeyəcəyik. İti belə düşünürdülər. Biz də 100 il bundan qabaqacan gedirdik, hər yerdə otururduq, ora batırırdıq. Biz belə bir millətik. İndi gəlmişik Avropaya, danışgahda konferans vardı, 500-600 nəfər mütəxəssis yığışmışıq bura, çox yuxarı səviyyədə mütəxəssis. Yəni mən yadıma gəlir, professorlarla mən danışdım. Tualetə getdim, gördüm ki, hamı kağızı özün silib atıb yerə. Və bu kağızların içində hamımız üstümüzə dəyə-dəyə gedirik. Və fikirli, eşiyə çıxanda da deyirik təmizlikdə. Biz belə bir təlim-tərbiyə sisteminə gəlmişik. Bu misal fikir edirəm ki, dostlar diqqət eləsələr görəcəklər, biz nə tür zəhərli bir sistemdə yaşayırıq. Avropaya gəlməyimiz bizi Avropalı eləməyibdir. Amerikaya gəlməyimiz bizi Amerika eləməyibdir. Düşüncəmizi Amerikalı eləməyibdir. Bəlkə maşın sürürük, bəlkə təyyarəyə minirik, bəlkə kompüterdən istifadə edirik. Bunlar, amma biz bunları sadəcə təqlid edirik. Amma əslində oturanda dünyanı batırırıq. Yaşadığımız yeri batırırıq. Baxın, bir gün biz dağa getmişdik. Allah rəhmət eləsin, bizim bir yaxşı bir familiyamiz vardı. O adamlardan ki, ömrümdə minnət duyaram onun özünə və ailəsinə. Cəfər Beyrami adında bizim bir familiyamiz vardı. O bizə bir böyük bir zəhmət çəkibdi. Mənim yadımdan çıxmaz. 40 ildə o zəhməti çəkibdi, 35 ildə ya 30 ildə, 35, 34 ildə, 35 ildə. Amma mənim yadımdan çıxmaz. Bu bir gün o zaman taksi var deyirdilər, vanet deyirdilər. Bunun bir vaneti var. Bizim familiyada da yoxdur. Gedəcək Urmiyə gölünə üzməyə. Famililərə xəbər verirlər, hər kəs gedir, gəlsin də. Yığılacaq taksi barın dalısına. Taksi bar deyildi, vanet idi. Vanetin dalısına minəcəyik, gedəcəyik ora. Bilmirəm, 25 nəfər, neçə nəfər bu vanetin dalısına mindik. Biz də apardıq gölə, axşamacan ləzzətini çəkdik. Axşam başı qeydirik, İslami dedikləri cəzirə ki, sonra adını İslami qoyublar. O cəzirədən keçəndə mənim bir maşın düşdü torpağa. Bir an gördüm ki, mənim dədəm çıxıb dağa od vurur, kəvənlərə. Ulan, bu kəvəni niyə od vurursan? Zorla söndürdük, zorla. Amma, ulan, bu kəvən, mənim nəzərimə bizim insanlarımız od vurmaqdan, bəzən də bu meşələrdə od çıxır, öz adamlarımız od vururlar. Çünki bir ləhzə sevinmək üçün bir şəhri oda çəkən biz insanıq biz. Çünki dedi ki, Təbriz bazarı yansın, Əmir bazarı yansın, mənə bir dəsmal qalsın. Biz o bir dəsmal, bir dənə orada, məsələn, baxacaq, od yandırdı, məsələn, kefilər. Nə olsun? Biz bu düşüncədə yox. Müxərrib fikirdir. Əfqanistanda gördüyümüz fikir müxərribdir. Ağa, İnqilab İslamını bizlər elədik da, bizim dədələrimiz elədi da. Edamları bizim dədələrimiz elədi da. Bizim nəslimiz elədi. Biz bu qədər müxərrib bir fikir sahibi yox. Biz bir-birimizə rəhm eləməyən bir əxlaq sahibi yox. Əxlaq dediğiniz budur. Əxlaq buradadır ki, insanı incitməyəcəksən. Sən birinci edam edirsən, ona həyat alırsan, sən ona həyat verməmsən, onu alasan. Sən həqqin yoxdur bir həyatı birindən alasan. Amma biz belə bir insanıq. Bu və bunu bizə Amerikada dərs oxumaq, Amerikada yaşamaq bunu dəyişdirməz bizə. Mən Amerikada, Kanadada, Amerikada Hindili müsəlman görürəm, müsəlman xüsusən. Müsəlman görürüm, gedir tualetə.
Bu tuvaletin bir daşı var xaricədə, bilirsiniz də, oturursan tuvaletin daşının üstündə. Bir daşdır. Oturursan onun üstündə, qapağı var. Qapağın üstündə oturursan, onu gərək təmizləyəsən, ircənsən, təmizlirsən. Deyirsən birdən ayrısına mənə. Üstünə bir kağız qoyublar ora, kağız döşürsən, oturursan kağızların üstündə, deyirsən ki, bilmə onun mərisliq olsa mənim dərimə keçməsin, dəri mərisliq. İşi bu görəndən sonra durursan, sifonu çəkirsən, o kağızları da atırsan içinə, sifonu çəkirsən, gedir. O kağızları da bir cür düzəltiblər, əhrisin. Ki, lülələri tutmasın. İndi, bu, gedirsiniz bəzi vaxt tualetlərə görürsünüz ki, adam başmaqla çıxıbdır şeyin üstünə. Bu, ayaq oturduğun yerin üstünə. İşin görübdür, çünki ucada oturubdur, batırıb bu daşın hər yerini, düşüb elə ucusu gedibdir. Ağa, lağəl burada kağız qoyublar, bunu sil. Mən müsəlmanam. Bu qədər o geri qalış, yəni mən bax mədəniyyətdən danışıram. Misallar vururam ki, bəlkə fərqi düşünürlər. Bir Kanadalının, siz dövlət Amerikada, Kanadada yolda tuvalet düzəldibdir. Park düzəldiblər, maşınlar, treylerlər, getsinlər, orada saxlasınlar, getsinlər tuvaletə. Siz gedin ora. Bir dənə görməzsiniz ki, oranın, məsələn, Amerikalı çıxır, Kanadalı çıxır, çıxandan sonra siz görürsünüz, təmizləyiblər. Bəlkə sifonu 2 dəfə çəkibdir ki, burada bir şey qalar. Qapağın dəyişib, qapağın altını dəyişib. Biz türklər, biz şərqililər. Yox. Mənə bulaşmasın, mən hamıya bulaşdırmaq haqqım var. Bunun üçün də görürsünüz ki, bir Covid mərisliği dünyaya bizdən bulaşır, şərqdən bulaşır. Qərbidən də bulaşan şeylər var. Amma baxın, qərbidən bulaşan şeylər, ayrı bir şeylər də var, yaxçıdır. Demokrasi yaxçıdır, azadlıq yaxçıdır, hüquq bəşər yaxçıdır. Demişəm bunlara mənim nəzərimə, amma bunlar da bulaşıqdır, bulaşdırır. Amma şərqdən bulaşan nədir? Şərqdən siz bir şey deyin ki, bulaşsın və yaxçı olsun. İndi deyir ki, 3 təbəqənin üçüncü qismi, birinci qismi son çağlarda yaşamaqdadır. Bizim millətimizdə neçəsi qərbi mədəniyyət çağında yaşır. Dedim, mən Amerikada, Kanadada gördüyüm İranlılar, ki, İranlı deyirəm da, türklər də onların içində, ərəblər də, bəluslar da, qəşqailər də, farslar da, lorlar da, ciləşlər də, mazənilər də. Mən buracan bir doğru qərbili İrandan gələn adam görməmişəm. Özümdə deyiləm. Özümdə deyiləm. Yəni, mən özümü yuyum, qaşığımı qoyum qırağa, deyim, süddən çıxmış qaşığım yox. Mən özümü deyim, mən özüm də onların biliyəm. Bir millətin belə üzlü bir həyat yaşaması normal ola bilərmi? Belə bir millətin, ki, misallarını da özümdən vurdum, gördüyüm təcrübələrdən vurdum. Bir millətin belə üzlü biri doğu uzun zamanlarda yaşır, fala baxır, falından yaşır, falı onun zindicanlığını düzəldir, biri orta çağda yaşır, ciyahi pezeşçiliği düşünür, falan, bəhman demirəm, xeyirləri yoxdur, xeyirləri də var, amma yol deyil, çarə deyil. Sən sərətanı gedib əməl eləyəcəksən. Sən gedib filan şey, sən nə qədər buna dava verirsən verir. İlla bu ki, bəlkə zərər eləyəcək. Bir millət necə üzlü yaşaya bilər? Normal ola bilər. Normal yəni təbii, doğal. Görən bu üzlü yaşamaq bir doğal yaşamaqdır. Bəllidir ki, burada müşkül var da. Biri dəsi orada yaşır, biri dəsi ortada, biri dəsi burada. Biri dəsi çox qaranlıqlarda yaşır, biri dəsi orta doğu qaranlıqlarda, orta qaranlıqlarda yaşır, biri dəsi də indi əlan yaşır. Biraz nəzərə gələn işıqlı yaşır. Amma neçə nəfər indi şeydə yaşır? Məsələn, bizlərdən neçəmiz heyvan haqqına inanırıq, heyvanların haqqına. Mən məsələn, keçən günlərdə evimizdə böcək var idi, sus farsça deyilir, böcək var idi, 10 cürə dava almışıq, vuraq ki, bunlar ölsünlər, geçsin. Mən heyvanın haqqını bilirəm, onun da yaşam haqqı var, amma mən qəbul etmədim. Kanadada davaların bir iddəsi qadağandır. Davaların bir iddəsi qadağandır. İranda mən yadıma gəlir bir elektronik bir şey düzəltmişdilər, bunu vurdunuz bərgə, heyvanlar gəlirdilər, özlərini vururdular, onu ölürdülər, yanırdılar. Burada qadağandır. Siz o dəstgahı burada lanmırsınız. Bu üç təbəqənin mədəniyyətləri ayrı olduğu kimi, pedaqojiləri də
pedaqojiləri də ayrıdır. Bu üç təbəqə, yəni xalq, mədrəsəlilər, mollalar və danışgahilər, mədrəsəlilər və danışgahilər, indikilər. Bu üç təbəqənin mədəniyyətləri, üç dana mədəniyyətə təalluqlar var. Hərəsi ayrı mədəniyyətində yaşır. Mədəniyyətləri ayrı olduğu kimi pedaqojiləri, pedaqoji nədir? Təlim-i tərbiyə sistemi. Təlim və tərbiyə sistemi də ayrıdır. Pedaqoji latincə bir sözdür. Təlim və tərbiyə deyilir bir yerdə. Buna deyirlər nə mənə? Pedaqoji. Bu da ayrıdır. Üçünün də ayrıdır. Bəs üç mədəniyyət sistemi, üç dana da tərbiyə sistemi var. Təlim sistemi var. Üç dana təlim sistemi, üç dana tərbiyə sistemi. Üç tərbiyə biçimini birləşdirmədikcə gerçək bir millət olmamız mümkün müdür? Deyir ki, üç tərbiyə, üç üzrə tərbiyəni, üç üzrə təlimi, üç üzrə milləti, üç tərbiyə biçimini, tərbiyə şivəsin, biçimin, bilirsiniz biçim nədir? Biçim biçmaq sözündəndir. Biçmaq, doğramaq, kəsmaqdandır. Biz, məsələn, zəmini biçərdik qədim. Onu bir yerdən biçərlər. Yəni, yaq dibdən də biçməzlər, yaq başdan da biçməzlər. Bir yerdən biçərlər. Buna biçmək deyirlər. Biz paltarı, parçanı alarıq, ondan bir paltar istiririk özümüzə keçək. Tuman kəsək, şalvar kəsək, köynək kəsək, tər köynək kəsək, böyh düzəldək, önlük düzəldək, neyniyək? Onun üçün bunu kəsərlər. Bu da bir biçimdir, onu biçərlər. Qeyti ilə onu biçərlər. Yəni, bir formətə çıxadarlar. Biçimin anlamı budur ki, onu biçərlər. Yəni, bir tər üzü ilə, bir nəxşə üzü ilə onu kəsərlər, doğrarlar. Doğramağın bir anlamı da biçmaqdır. Tamam. Tərbiyə biçimi, yəni tərbiyə bir sistemdir ki, sizi bir biçimə istir sala. Birləşdirmədikcə, bir o üç dana biçim, bir biçimini birləşdirmədikcə, onu bir eləmədikcə, üç dananı bir eləmədikcə, gerçək bir millət olmamız mümkün müdür? Doğrudan bir millət ola bilərmiyik? Soru sorulur. Yəni, o üç dana tərbiyyəti ki, bizim millətimizi üç yerə bölübdür. Üç dana mədəniyyət ki, üç yerə bölübdür. Üç dana təlim ki, bizim üç yerə bölübdür millətimizi. Bizim həm mollamız var, molla, baxın, tək molla deyil ki, falçı da molladandır, duaçı da molladandır, cincir də molladandır, ərz eləyim xidmətizə, tibbi sünnəti dedikləri da mollalıqdandır. O dövrüncüdür da, qaranlıq əsrlərin dövrüncüdür. Ərz eləyim xidmətizə, dədənənənin təlim sistemi də o dövründəndir. İndi, bu üç dana bir-biri ilə yol gedərmi? Bir millət düzələ bilər. Üç millət əslində biz burada. Mədəniyyətimiz də bizi üç yerə bölür, üç millət oluruq. Tərbiyəmiz də bizi üç yerə bölür, üç millət oluruq. Hər şeyimiz bizi üç yerə bölür. Tamam. Eğitim və öyrətimimizi xalq bilgisi, mədrəsə bilgisi, oxul bilgisi deyə üç bölümə ayrılırıq. Ayıra bilirik. Deyir ki, biz eləyə bilərik ki, indi fikirdə və vaqiyyətdə görürük ki, İranda da belədir elə. Eğitim və öyrətim. Eğitim, mən dedim, eğitmaqdan, əlbəttə görürsünüz, burada kəlməsindən gəlsə, əgər eğitim, itilmaqdan gəlməsə, etməkdən, yəni yaxçı. Yaxçı etməkdən gəlsə, yaxçı bu səfər kimin gözü ilə yaxçı? Baxın, eğitimi mən buna görə eğitmək sözündən almadım. Buna görə ki, itilətmək sözündən alsaq, itilətmək eyni halda itələmək sözündən də gələ bilər. Çünki onda da bir nəfəri itəlirsiniz qabağa. Əlbəttə, dalıya da itələyə bilərsiniz. Burası var. Yəni, itələməkdir. Siz bir nəfəri itəlirsiniz, geçsin, düşsün dəriyə, düşsün batlağa, ya itəlirsiniz ki, geçsin qabağa. Bu, qalıbdır o insanların mənafiinə görə hangi tərəfə itəlir. O mənafi mənə deyir ki, bunları bu tərəfə itələr, ya o tərəfə itələr. Oradan da gələ bilər. İtləmək, Türkiyədə deyir ki, it, yəni itələ, hol ver farsca. Bunun da o it sözündən də gəlsə, bizdə it eyni halda itə deyilir. Türkiyədə it heyvana deyilmir. İt sadəcə, əlbəttə deyilir, bəzi yerlərdə it də deyilir heyvana, amma normalda ona köpək deyilir.
köpək. Köpək oğlu da olur itin oğlu. Elə biz hər ikisini işlədərik. Həm köpək oğlu işlədərik, köpək oğlu, həm də itin oğlu, it oğlu bunu da işlədərik. Yol. O iki kəlməni dedim. İndi bu it eyni halda itələməkdir. Türkiyədə feilidir. İtələ. Yəni it, yəni itələ. Hol ver. Tamam. İndi bundan da ola bilər. Əgər it sözü olsa mənfəətə bağlanar. Kim bizi itələyəcək, hangi amac üçün, niyə, hangi tərəfə? Bu suallar oradan gələcək. Amma mən dediyim modeldə itilətməkdən olsa, tizkərdən farsça, itilətməkdən olsa, onda sadəcə itilədir ki, bizim zehnimiz kəssin. Mən bu haləti qəbul edirəm, itilətməyi və eğitimi. Eğitim sözünü bu cürsə qəbul edirəm. Yəni. İndi deyir ki, eğitim dediyim və öyrətim, öyrətmək, bu da indi baxın, bu da öyrətməklə əqəl əməl ilə, rəftarla və ya hətta bir şeyləri təkrar eləməklə bir şeyə öyrədirik. Bu da öyrətim. Xalq bilgisi bir, yəni o millətin öz arasında bir bilgiləri var. Nə bilim, məsələn, hal nənəsi, cin, filan, bəhmən, bu cür bir şeylərə bir şeyləri var. Etiqadlar var. Məsələn, çərşənbə günü filan yerə getməyin. Məsələn, bir iddə bir şeyləri qəbul edirlər. Mədrəsə bilgisi, yəni molla bilgisi. Məsələn, 1000 ildir, deyək, hər nə qəddən ki mollalar vardı, bizə özümüzü yumağı, namazı qılmağı öyrədirlər və hala biz namazı qılmağı və özümüzü yumağı başarmırıq. Yap sadəsi olur. 1000 ildir bu millətə əlifba öyrədirlər ki, Quran oxusunlar. Bu 1000 ildən sonra bu millət Quran oxumaq başarır. Oxul bilgisi dedik mədrəsələr və danışqahlar. Bugünkü mədrəsələr, qədimki mədrəsələr ki, mollalıqdır, yox. Dedim, mən mollalığa indi mollalıq elmiyə demirəm. Hovza deməlidir. Çünki hovza yəni bir məhdudə, coğrafiyaya adı var və fikri adı ola bilər, düşüncə adı ola bilər. Bir yerdir. Bu hovza xurafiyyə, fikiyyə, xurafiyyə deyək gərək buna. Deyir ki, oxul da dedik danışqahlar bugünkü ki, mən misalım vurdum ki, İrandakı oxulların da səmərəsini də mən Almanda gördüm. Almanda gördüm və misalım vurdum. Kanada'nın, Amerikanın da misalım vurdum ki, dostlarımız bunu bilsinlər ki, mən nə mənədən danışıram. Mədrəsə bilgisi deyə 3 bölümə ayıra bilərik. Millətimizin pəs təlimi tərbiyə sistemini 3 bölümə ayıra bilirik. Ki, saydı. Aşıq kitabları ilə xalq masalları, qoşmaları, atasözləri, tandırnamə, quralları birinci qısım. Deyir ki, aşıq kitabları, ki, indi biz aşıqların qədimi kitabları, taza şeir yazmırlar, çünki normalda da qədim oxurlar. Aşıq kitabları ilə xalq masalları, xalq arasında olan nağıllar ki, topluruq da, sağ olsun bizim Kəlibərli bir dostumuz bunları toplayıbdır. Buracan eşitdiyim kimi 7 cildi buracan çap eləyibdir, 3 cildi də bundan bu izə çap eləyəcək ya 4 cild toplamaq halındadır. Bunları toplur, hər halda o bizim şeydir da, mədəniyyətimizin bir parçası, mədəniyyətimizin parçasıdır. Değişdirməyində heç bir irad yoxdur. Amma nəyə değişdirək? Əgər qəraldır biz farsların masallarına inanaq, niyə öz masallarımıza inanmırıq? Yəni farsların masallarının nə üstünlüğü var bizimkinə? Qoşmalar, bilirik da qoşmalar var. Qədimki aşıqlarda xüsusən bəzi bilgiləri aşıqlar sazla, sözlə bir-birlərindən soruşurlar. Bağlaşma deyirlər bizim Azərbaycanda. Qoşma da demək olar bunlara. Ata sözləri, tapbacalar, hər nəmənələr ki, atalarımızdan gəlib zərbin məsələlər filanlar dedikləri ata sözləri. Tandırnamə ki, bizdə yoxdur. Mən eşitməmişəm, heç olmasa Güney Azərbaycanlılarda belə bir şey. Amma hətmən Türkiyədə var. Qədimi kitabların qurallarıdır. Tandırnamə quralları. Onlar bir quraldılar. Təşkilat və sistem və qanundular. Birinci qism, yəni xalqımızın içində deyir belə bir sistem var ki, bunların bir çoxu bizdə də var. Ərəbcə və farscadan çevrilən kitablar ikinci qismi. Ərəbcədən və farscadan çevrilən, diqqət buyurun, mədrəsə dedi, hovzə. Dedik ki, hovzəyə, fikiyyə, xurafiyyə. Bunların da içində, bunlar da hangi məktəbdir? Olardılar ki, diqqət buyurun. Hər kəs ki bu sistemə, yəni farscadan və ərəbcədən və ərəbcədən çevrilən kitablar ikinci qism. Hətta ərəb oxuyanları demir ha. Çünki onlar gedirlər orada ərəb oxuyurlar bəzən. Məsələn, ərəb adına. Ərəblər də bunlar düşünmür, bunlar da ərəblər düşünmür. Calibdir. Bir ərəb dilində kitab oxurlar mollalar.
50 ildən sonra bir cümlə ərəbi danışanmazlar. Ərəbinə. Məsələn, mən də başarıram hamanı ərəblə danışamıram. Kitab oxuram bəzi kitabları, amma dini kitablar oxuya bilirəm. Məsələn, fizik oxuyan bilirəm, şiim oxuyan bilirəm, hətta ədəbiyyatı, bugünkü ərəbiyyatı kitabı, məsələn, ədəbi kitabı oxuyan bilirəm. Pəs ərəbcədən və farscadan çevrilən, tərcümə olan, çevrilmək tərcümənin ərəbcəsi, tərcümədə farsca deyil, ərəbcədir. Kitab ərəb sözüdür. Kitabları bizdə bitikdir adı. İkinci qismi. Yəni, pəs biz olarıq ki, bizim gedirlər İranda. Hozey elmiyyədə ya mədrəsədə yanlış qədər, ərəbcədən və türkcədən çevrilən ya onları oxurlar. Ərəbcədən və farscadan çevrilən ya onları oxurlar. Ya çevrilib türkcəyə, ya elə farsını oxurlar, ya ərəbini oxuyurlar. Deyir, bunlar nədirlər? İkinci qaranlıq nəsillərdir. Nəinki ərəblərin dili, ərəblərin yox. Mədrəsələrdə gedirlər, baxın, gedirlər fiqhi 700 il bundan qabağın kitabını oxurlar. 800 il, 1000 il bundan qabağın kitabını oxumağa çalışırlar. Adını istinad verirlər İmam Cəfəri Sadiqə. Bir kitablar oxurlar ki, Cəfəri Sadiqin xəbəri yoxdur. Qaranlıq yüzilliklardır. Cəfəri Sadiq əgər bizim fikrimiz kimi düşünsə, o Cəfəri Sadiq, Cəfəri Kəzzabdır, Cəfəri Xurafədir. Bizim bəllidir ki, əgər o İmam Sadiq belə düşünməzdi. Onu İranda farslar yazıblar İmamın adını. Yəni, biz yolumuzu geri ayıraq. Ya imamlar belə düşünür, ya bunlar imamların kitabları deyil. Yalandır. Bunlardan ayrı yolumuz yoxdur. Ayrı yolumuz yoxdur. Pəs, ona qurunufusda deyir. Orta yüzilliklər, orta qaranlıq yüzilliklər. Batı dillərindən axtaranlar da üçüncü qismi vücuda getirirlər. Batı dillərdən, batı dilləri çox dildir və bir-birinin çəlişkili və düşmənli olduqları üçün fərqli kitab yazıblar. Siz cami şünasidə, rəvanşünaslıqda hətta bəzən fiziki pezişkiliği bunları deməyim, amma ulumi insani dediyimizdə Fransəlilərlə Almanlılar qonşudular, İngilislər qonşudular. Suistilər, Suedlilər, Hunənlilər, Danmarklılar, Amerikada, Kanadada. Bunlar bir-birləri ilə məsələn qonşudular və bir tipdən gəlirlər. Dinlərində təqribən hamısı Məsihiyyətdir. Amma diqqət buyurun, burada o camiə-şünasi, rəvanşünasi, ictimai elmlər, siyasət elmi, hüquq elmi heç birisi bir-birinə bənzəməz. Hüququ biraz son zamanlar bənzədiblər. 150 ildir, şayad 200 ilə yaxındır, çalışırlar hüququ bir-birinə bənzədilər. Və hala Amerikanın bu eyalətinin, o eyalətinin fərqi var. Bunu mən yaşadığım üçün deyirəm. Hətta bəzi eyalətlərdə edam var, icra olmasa da edam var hüquqda. Bəzi eyalətdə edam, əslən edamı danışmaq özü cürmüdür. Bu qədər fərqi var. İndi, batı dillərindən axtarma sözündə dedim, bir budur ki, biz gedaq, düşaq, çölə axtaraq, ki, Farsda Mevlana'nın bir fikri var da, deyir ki, deyil, şeyx həmi gəşt, girdə şəhər, qoft insana maruzust, belə bir şey. Baçıraq həmi gəşt, girdə şəhər, qoft insana maruzust. Az divo dəd məluləmu insana maruzust. Bu o qəziyyədir. Axtarmaqdır. O düşüb çölə, günüz çağı, çıraq da əlində adam axtarır. Axtarmaq budur. Yəni, düşürsünüz bir şeyi axtarmaq. İndi, bu axtarmağı eyni halda dedik ki, yəni, bir dildən bir ayrısına axtırmaq anlamındadır. Axtırmaq da nə mənədir? Suyu vəryanına gətirmək. Bu da axtırmaqdır. Axtarmaq o sözdəndir burada. Axtarmaqdan da olsa odur, axtırmaqdan da olsa budur. Türk dilinə bir axtırmaq da üçüncü qismi vücuda gətirir. Bu da ki, ondan. Mədəniyyətimizi birləşdirirsək, eğitim öyrətimimizi və pedaqoji də birləşdirmiş, ruh və fikir baxımından uyumlu bir millət olmuş olacağız. Deyir, əgər biz mədəniyyətlərimizi, 3 dənə mədəniyyətimiz oldu da, dedi ki, 3 dənə. Beləsi bunlar, beləsi deyirlər, biz beləsi deyirik. 3 dənə mədəniyyətimiz var. Dedik, 3 mədəniyyəti birləşdirirsək, deyir, yəni eləyə bilsək,
birləşdirirsək, yəni şərt elədi. Əgər birləşdirsək, eğitim və öyrətimimiz sistemi və pedaqoji tərbiyyət sistemi də birləşdirmiş ruh və fikir baxımından deyir, onda tərbiyə sistemimizdə birləşər və ruh və fikir baxımından uyumlu bir millət oluşmuş olacağız. Deyir, onda bir yaraşıqlı bir millət. Bir-birimizə uyuşmuş. İndi biz 3 dana bir-birindən ayrıdır. Amma 3 dana millət, əgər 3 dana mədəniyyəti sözsaq, eləsək bir mədəniyyət və bunlardan onda uyumlaşacaq. Bir-birimizə yol gələcək. Bir-birimizə yaraşacaq. Bir-birimizə yaraşan bir millət olmuş olacağız. Yəni, yenə də deyir ki, bir nəfər eləməyəcək. Bu özümüz zaman içində olacaq. Faili məhsuldur. O halda bu işdə daha bir sürə başdan savmaq kəsinliklə qəbul edilməz. Deyir, pəs o halda ki, biz indi 3 dana milləti, bir millətə, 3 mədəniyyət, bir millətə çevrilmək olmasa biz bir millət şəklinə, bax, niyə İranda biz bir millət deyilik? Farsoq, Türkçük, Ərəb, Pərdiçok, Türkçəmənik, Qəşqayıqlı, Oruqçilə, Çıxmazənik. Çünki hərəmiz bir sistemin ürətimi yox. İndi, pəs, o halda bu işdə daha bir sürə başdan savmaq, yəni başdan savaq da fikir verməyək. Başdan savmaq, fikir verməmək. Ya ciddi tutmamaq, ya əməl eləməmək. Yəni biz bilirik ki, lazımdır indi. Başdan savmaq, yəni yaxşı qalsın sabaha görək. Elə bir deyirlər ki, sabah gedəcəyəm oduna, səhər ip yoxdur ki, davadır. Deyir, beləsə eləməyək. Başdan savmaq kəsinliklə, yəni qətən, ərəbcəsi qətəndir, qəbul edilməz, ediləməz, imkanı yoxdur. Bu fikir qəbul eləməz ki, başdan savaq. Çünki bizə zərurəti var ki, bu vəziyyətdən keçək. Əvvələn bir millət olaq, ikinci, mədəniyyətimiz güclü olsun, düşmənlərimiz silahlıdırlar, biz silahsızıq, silahların fərqini dedi də ona görə işarə edirəm. Özətlə, bu yuxarıdakı açıqlamalara görə, özətlə xülasə desək, yuxarıdakı açıqlamalara, üstdə ki, neçə səfədə danışıbdır, onları açıqlamalara, o danışıqlarımıza görə toplum inancımızı birinci formulu bu olmalıdır. Bir ki, bizim toplum, cəmiyyət, millət olaraq inancımızın birinci formulu qanunu. Birinci qanunu nə olmalıdır? Bu olmalıdır. Nə? Türk millətindənim, İslam ümmətindənim, Batı mədəniyyətindənim. Mənim millət olaraq Türkəm, mədəniyyət olaraq İslam mədəniyyətindənəm. Əlbəttə, burada din olaraq deyir, amma din, mən ərz elədim, din mədəniyyəti. Bu dostumuz o zaman qorxur İslamdan. İslam desin ki, İslam mədəniyyətdir. Amma mən deyirəm, İslam mədəniyyətdir. Çünki tərif mədəniyyət bu oldu. Mədəniyyəti bir nəfər ürətər, yəni tolid elər və müdiriyyət olar. İslamı Həzrəti Məhəmməd sallallahu ürətib və idarə olubdur. Bu günləri də xurafə ilə mollalar onu idarə edirlər. Onu deyil, əlbəttə, xurafələri İslam adına idarə edirlər. Pəs, 3 dana deyir ki, bizim şüarımız olmalıdır, toplum inancımızı belə çevirməliyik. Yəni, bizim, deyir, millətimiz, Azərbaycan milləti də belə olmalıdır. Toplum olaraq Türkəm, dinim olaraq İslam, müsəlmanam və mədəniyyət olaraq biz qərbi mədəniyyətini qəbul edəməliyik. Qərbidə yalan danışmaq təqribən deyim ki, olmaz. Amma mən dünənlər bir təhqiqi oxurdum. CIA-nin mütəxəssisi danışırdı, yalancıları tanıyan. Bilirsiniz, bu bəzi işlərdə yalancıları axtarırlar da, yalancı məsələn təşkilatda olmasın. Çünki olsa daha biz bunlarını işləyə bilmək. Bilirsiniz, xüsusən casusluq işinə girənlər əgər yalan danışsalar da iş qutardı. Yəni, o sistem edə bilməz bu adamın sözünə inansın. Çünki bir gün gələr bu sözü deyər, bunun üstündə rəftar elər, görürük ki, yalan çıxıbdır. Sabahlar bu sözü deyər, bilirik ki, yalan çıxıbdır. Bundan olmaz. Onun üçün buna xanımın təxəssüsü o çox da texnoloji olaraq da çox geniş inkişaf eləyibdir bu yalancılığı tapmaq. O deyirdi ki, normalda Qərbidə hər insan gündə 10 dana yalan danışır. Normal, orta.
Mümkündür biri bir gün bir dana danışa, amma normal üst-üstə qoysaq, müəddilləri, millətin müəddili gündə hər nəfərin 10 dana yalan danışmağı var Qərbidə. Bu Qərbidəki təqribən yalan danışılmır. Təqribən xiyanət sıfıra yaxındır. Təqribən böh götürmək, qulaqbərdari farsça deyirlər. Böh götürmək, ixtilas eləmək, oğurluq eləmək, bunlar təqribən sıfıra yaxındır. Amma bu məmləkətdə normalda deyirlər 10 nəfər, hər nəfər gündə 10 dana yalanı danışır. Hə, indi bu yalan nədən olur? Uşağına yalan deyir. Məsələn, bu şey sənə zərərli deyilmə. Yoxumuzdur. Deyir, məsələn, filan şokolad var, yoxdur. Bu yalan hesab olur. Bunlar yalandırlar. Çünki uşaq bunu tapsa, məsələn, bizim, indi mən biraz bundan qabaq eşitdim ki, mənim nəvəm, çıxdılı bir nəvəm var, 13-14 aylıqdır. Bu, məsələn, gedibdir, axtarıb, kəşolardan şey tapıbdır, şokolad tapıbdır. Tamam, siz buna desəz yoxdur, bu özü axtarsız tapsa, biləcəksiniz yalan deyir. Bu yalandır. Əlbəttə, mən farslardan bir formul eşitdim yalan deməyə. Deyir, o yalanı deyərəm ki, heç kəsə zərəli olmasın. Əgər bir yalanın bir kəsə zərəri yoxdur, niyə deyirsən? O yalanın bir kəsə xeyri var, bir ayrı kəsə zərəli var. İmkansızdır bir yalan ola ki, xeyirsiz ola. Və bir yalan ola ki, zərərsiz ola. Pəs, bu formulda düz deyil. Mən bunu farslardan eşitdiyim üçün bunu istədim burada nəql edəyəm. Mən bir nəfərlə dost idim, mən danışırdıq doğruluq, yalancılığını, deyir ki, mən yalan deyərəm, demərəm. O adam dedi. Amma o yalanı deyərəm ki, heç kəsə zərəli olmayır. Məsələn, biri səndən borc istəyir. Deyirsən ki, pul yoxumdur, varın da. Cibində də var, hesabında da var, amma deyirsən yoxumdur. İndi sən niyyət edirsən ki, mənim cibimdə yoxdur, amma bilir hesabında var. Bu yalandır. Vəli sən deyirsən, bunun ona zərəli yoxdur. Ona zərəli var. Çünki ona sən desəydin, pulun var, borc verərdin, o borcu müşkülün həll edərdi. O sənə etimad eləmişdi. Bilirdi səndə var, özün kiçitdi, sənin yanında borc istədi. Sən onun etimadına və onun bilgisinə yalan bilgi verdin. Yəni ona dedin ki, sən ki düşünmüşdün, mən sənə borc verərəm, etimad eləmişdim, mən sənə etimad eləmirəm. Bu ki, sən fikir edirdin, sən hesablarına görə məndə pul var idi, sən yalan hesablamısan, yalan düşünmüsən, məndə pul yoxdur. Qəzavətdirlər, bunlar biz qəzavət edirik. Tarixi maddəcilik və sosial idealizm. Əziz dostlar, mən eləyə bilirəm bu bəhsi başlayam, amma bütün buradan girir marksizmə. Elə bu səfənin bura ortasında qoyum qalsın, 48-ci səfənin ortasından qoyaq qalsın. Çünki buradan yenə də o mədəniyyəti bəhs edir. Ki bizim 3 mərhələdən keçmişik, 3 mərhələdə mədəniyyətimiz dəyişdirmişik. İndi gəlir burada Batı mədəniyyətini dedi. İndi deyir ki, tarixi maddəcilik və sosial idealizm. Gəlir bunu bəhs eləsin ki, tarixi maddəcilik nədir? Bilirsiniz, sosializm və kommunizmin əlbəttə çox kökü var. Tarixdə insanlar bunu çox kökdən gəlir. Amma son zamanlarda bunun peyğəmbəri Marks olubdur. Bura başlayacaqdı, amma bilmirəm ki, bunu başlayayım, yoxsa qoyun qalsın, yarın bunu danışarıq. Çünki bu bəhs çox ciddi bəhsə çevirəcəkdir. Marksın nəzərlərinə gələcəkdir. Və görmüşkən bunu sabah başlasam qutara bilərəm, yoxsa 50-ci, 51-də də davam edir, 52-də də davam edir, 53-də də davam edir. Neçə gün sürəcəkdir? 54-də elə bir bu sürəcəkdir. Mən 48-i oxuyayım, qalsın da nə edəyək? 48-ci səfəni oxuyayım, qutarsın. Tamam. Tarixi maddəcilik və sosial ideallar. Mən özüm də bu uşaq idim, 14-15 yaşım vardı. Mən özüm oturdum, dedim ki, komunyanı Allah, lüğətnamiyəzə də baxmamışam, amma özümdən bunu dedim. Nistəki farscadır, yəni nist, kommunist, yəni Allah yoxdur. Bu farsca bir söz deyil. Bu latincə bir söz deyil. Komon bir də insanlara deyilir ki, bir yerdə yaşırlar. İst o adamlardılar ki, o bir şeyə inanırlar.
Komünistlər onlar olurlar ki, komuna inancı olanlara, yəni bir adamlar ki, bir toplumda yaşayırlar. O topluma inancı olanlara deyirlər ki, komünist. Sosial nə deməkdir? Sosial da onun bir ayrı anlamıdır. Sosial da, yəni bir camiə, society, camiə. Sosial, yəni bir camiə, yenə də hamandır. Sosialist, sosialın özündən isti gəltirir qoyuraqına. İsti, yəni o adamlar ki, toplumun tərəfdarıdırlar. Toplum düşüncəlidirlər. İndi burada maddəcilikdir ki, bilirik. Maddə ərəbcə sözdür. Hər şey ki, ətrafımızda vardır və özümüz də onlardan. Biz özümüz maddəyik, bədənimiz olaraq. Beynimiz də maddədir. Beynimizin içindəkilər, düşüncələr maddə deyil. Biz bəzi şeylər düşünürük, onlar maddə deyil. Məsələn, riyaziyyat maddə deyil. O şey ki, fəlsəfə deyirik, düşüncələr. Dedim də, düşüncə. Türkçəsi düşüncədir. Bu fəlsəfə sözü latincədir, gəlibdir. Bizə əcib bir şeylər. Yox, düşüncə. Fəlsəfə dediyimiz şey, yəni düşüncə. Siz filan şeyə görə necür düşünürsünüz, ehtiyac yoxdur, yox, fəlsəfə nədir? Düşüncə. O düşüncə, yəni fəlsəfə. Budur ki, biz fəlsəfənin anlamını bilmədiyimiz üçün fəlsəfədən qaçmışıq. Demiş ki, yox, fəlsəfə yəni düşüncə. Ağa, düşüncə, indi, maddə əsasında, yəni bu şey ki, bizim düşüncəmizdən eşitə, bizim düşüncəmiz bir şeydir, düşüncəmizdən eşitə bir şeydir. Bunun bəhsi qədimlərdə düşdü, bu ki, insan yuxu görür, yatır, deyir ki, mən varam, tamam, deyək ki, mən varam. Amma mən yatıram, yuxuda görürəm ki, bir məşuqəm var, bir yerə getmişəm, bir şey yeyirəm, ağlıram, gülürəm. Və yuxudan dururam, görürəm, yuxu görürəm. Mən yerimdə yatmışdım, heç yerə getməmişdim, maşına, təyyarəyə minməmişdim, dağa getməmişdim, məşuqəm yox idi. Burada yaşıram. Burada hangisi düzdür? O doğrudur, yoxsa indi ki, mən ayrılmışam, bu doğrudur. Əcəba, biz daimən yatmışıq, yuxuda görürük ki, gedirik, işləyirik, pul qazanırıq, arvadımız var, uşağımız var, evlənirik, ərə getmişik, uşağımız doğuldu, uşağımız yekəldi. Bunları yuxuda görürük, vaqəən var belə bir şey. Bu bir dənə bəhsidir tarixdə, gəlibdir. Deyirlər, özü bir çimdikləsən, biri sənə bir şapalaq vursa, duracaqsan. Əgər gedirsən, bu hər halda yuxu ilə şeyin fərqini ayrı bilir, hamı insanlar bilir, təbii olaraq sual soruşmağa ehtiyacı yoxdur. Amma bu bir dənə böyük bəhsə müncərr olubdur ki, əslən maddə var ya yox. Dedim, bunun da kökü Əflatundan gəlir məncə. Əflatun o rəhmətlik deyək, lənətlik deyək, o dinin də buradan qoydu. Çünki Mosola Əflatunisi ilə gətirdi, dedi ki, biz hamımız bir quyudayıq, eşikdə kölgə düşür divara, biz o kölgələri vaqiyi düşünürük, o halda ki, kölgə deyilər, bunlar kölgədirlər və eşikdə olan həqiqətdir. Eşikdə olan həqiqət nədir? Bizim əlimiz çatmır. Buradan din gəldi ortaya ki, biz o qaranlıqda ki, indi yaşırıq, yəni bu dünya. Bu dünyadan çıxıb gedəndə, öləndən sonra gedib torpağın altına, torpaq olandan sonra biz gedəcəyik bir ayrı dünyaya, o ayrı dünyada. Cəlibdir ki, o dünyaya getmək üçün fironlar qəsri düzəldiblər. Nökərlərin də özləri ilə aparırdılar. Türklər atların da özləri ilə aparırdılar. Silahların da özləri ilə aparırdılar ki, gedirik o dünyaya. O dünyaya silahlı gedirdik qədim nəsillərimizdə. Bu qədər bizim düşüncəmizi bu Əflatun deyə bir adam bizi, sonra da fikirlərin peyğəmbərlərin hamısı o Əflatundan sonra gəlibdir. Hər halda. İdealizm nədir? İdeal yəni düşüncə. Amma xiyal düşüncəsi. Xəyal edirik. Baxın, bizim İranda türklərin bir böyük müşkülümüz var. O da budur ki, xəyal eləyəmirik. İnsanlar tarixdə xiyal qurublar və xiyal üçün hərəkət ediblər. Niyə quşlar uça bilirlər, mən uçamıram, bu bir xiyaldır. İnsanlar onun üçün qanat düzəldiblər. Uçmaq üçün özlərinə ta gəlib təyyarəyə yetişibdir. Xəyalı qurmaq cəsarət istər. Sən əgər istəyirsən Azərbaycan müstəqil olsun, əvvəl gələ xəyal qurasın. Türk dilin nədir? Mən fars dilindən qutara bilirəm. Xəyal. Ondan sonra xəyalın dalınca dövlət mədrəsə verməz sənə. Sən mədrəsəni özün yaradacaqsan. Əvvəl xəyalını quracaqsan. Tamam, mən istəyirəm türk dili burada rəsmi olsun. Nədir ola bilər? Mən bu türk dili özüm gələm qardaşıma, bacıma, dostuma, yoldaşlarıma öyrədəm. Pulsuz.
Sonra bunu getdiyim kəndə, gedim bir həftə falan kənddə dolanmağa, orada gedim burada uşaqları yığım, böyükləri yığım, onları türkçə dili öyrədim. Bir həftədə mən türkçünü öyrədərəm. Mən özüm başarmaya bir həftədə türkçünü öyrədərəm. Mənim nənəm savadı olmaya bir həftədə türkçünü öyrədər. Çünki öz dilidir. Axı öz dilim fəqət biləcək ki, mən A deyəndə bu hərfi qoyacağam, B deyəndə də bu hərfi qoyacağam. İndi mən istəyirəm deyəm ki, oğlum O belə yazılacaq, Ğ belə yazılacaq, L belə yazılacaq, U belə yazılacaq, B belə yazılacaq. Kafidir. Səslə, ağzından çıxan səslə o əlamətin arasında bir rabitə qoyaq. Qurtulduğundan sonra yazacaq. Yəni bir nəfər savadı olmayan adam bir həftədə türkü yazır. Oxur. Savadı olan adam bir saatda yazar, oxur. Necə ki, diqqət buyurun, məsələn, mən alman dilini açsa bilirəm, bilirdim, indi bilmirəm, bəlkə yadımdan çıxıbdır. Amma fikir edin ki, almanca heç birimiz bilmirik. Almanın əlifbasını bir saata öyrəşərik. Qoyarıq qabağımıza, baxarıq. Hər yerdə bu əlaməti görsək, deyəcəyik A. Bu əlaməti görsək, deyəcəyik B. İndi mən bir alman kitabı qoyaram qabağıma, onun üzündən oxuyaram. Məsələn, İşlemi falan. İndi bu işlemini orada oxudum. Mənasını bilmirəm. Çünki mənim dilim deyil, bunu bilmirəm. Amma türkçəni bilirəm axı. Mən oxuyuram ki, tarix, tarix, tarix. Və düşünürəm ki, tırıxla fərqi var. Bunu düşünə bilirəm. İndi bunun üçün biz insanlar, gəl kitabınızı oxuyaq, ötürəm. Sosial olayların anlatılmasında və açıqlanmasında bir-birinə həm yaxın, həm də uzaq olan iki sosioloji sistemi var. Sosial olayların, sosial dedik, ictimai, toplumsal. Toplumsal olay yeni cərəyanlar, hərəkətlər, ittifaqlar. Ərəbcədə olar, olay onların türkçəsidir. Anlatılmasında, bu olayların anlatılmasında, onları düşündürməkdə, onları anlatmaqda və açıqlanmasında və o olayların tozihində, açıqlanmasında bir-birinə həm yaxın, həm də uzaq olan iki sosioloji, ictimai, toplumsal sistemi var. İki sistem vardır. Biz ictimai necə düşünürük? O zaman, indi çoxdur. Bunlar, o ikisi, tarixi maddəcilik ya materializm. Gördünüz, maddəcilik İngiliscəsi ya latincəsi nədir? Materializm. Diqqət nəzərə barsanız, maddə ilə material bir gəlir bir-birinə. Material da işlədirik. Həmin maddədir. Tarixi maddəcilik, yəni tarixsəl maddəni əsas görmək və sosial idealizm və ictimai, toplumsal xiyallar, arzular sistemləridir. İki sistem var. Biri tarixi maddəciliklə camiəni tozih verirlər, olayları. Biri də sosial ya ictimai xiyallar, ideallarla, düşüncələrlə. İndi bunları üçün özü açıqlayacaq, mən bunu deməyim. Fəqət bunu işarə edeyim ki, sosializm idealında deyir ki, insan camiəsi birinci komundan çıxıbdır. Birinci komunda biz hər şeyi toplumsal yaşırdıq, difa eləmək üçün, özümüzü qorumaq üçün, uşaqları qorumaq üçün, seksə əlimizi tapmaq üçün toplumsal yaşırdıq, gedirdik. Məsələn, biri çərikcə yığırdı, biri dənə yığırdı, biri siçan tuturdu, davşan tuturdu, gətirirdi. Bunlar hamımız burada ortada, bunları yiyirdik. Qurd-quşu. Biz də insan olduğumuz kimi, bunlar dedikləri kimi, biz də məsələn eyni heyvanlar üçün necə qurd-quşu yeyirlər, biz də qurd-quşu yiyirdik. Elə indi də mütəəssifانه xoşbəxtlərinə indi camiələrimizin çoxunda da qurd-quşu hər şeyi yeyirlər. İnsan hər şeyi yeyir, hər şeyi yeyir. Yəni bizim yemədiyimiz üçün xoşumuza gəlmir, o başqa bir şey, amma insanlar hər şeyi yeyirlər. Deyir ki, bir də bu gəlir yetişir feodalizmə ki, ərbab rəiyyətlikdir. Sonra da gəlir sərmayədarlığa, kapitalizmə ki, sərmayədarlıqdır, xaricər və pul sahibi. Sərmayə sahibi. Sonra da deyir, gəlir, yetişir hara? Gedəcəkdir sosializmə ki, burada dövlət aradan götürüləcək, sərmayə müştərək olacaqdır, dövlətin ərədindən gedəcək və anında, sonunda dövlət aradan gedəcək, yetişəcək kommunizmə, yenə əvvəlki insanlar kimi hamımız işləyəcək, hamımız xəşləyəcək, heç kəsin rəisi olmayacaq. Belə bir xiyal, buna görə xiyal deyirlər ki, gələcəkdə də belə olacaqdır.
Və bu necə ola bilər ki, biz getdiyimiz tarixin tərsəsini gedik? Bunu heç kəs soruşmayıb. Soruşan da olsa mən bilməmişəm. Bu sistemlərdən birincisi Karl Marx tərəfindən, ikincisi Emil Durkheim tərəfindən meydana atıldı. Bu iki sistem ki, dedi, biri maddecilik, biri sosyalizm ideallığı. Deyir ki, birincisi, yəni Karl Marx maddecilik. Birincisi Karl Marx. Karl Marx Almanlı bir adamdır. Onun tərəfindən ki, bu adam çox kasıb bir ailədəndir. Bir dana fabrika sahibına işləyir. Adı Engels'dir. Engels bu adama əslində pul verir, hüquq verir, yaxşı vəziyyət verir ki, sən otur bu kitab yaz. Bu adam da bu nəzəriyyəni yazır. İkincisi isə Emil Durkheim adlı bir adamdandır. Meydana atıldı. Bunların vasitəsilə bu iki dənə nəzəriyyə atıldı. Diqqət buyurun, hər iki nəzəriyyə 100 ildən çox qabağın fikri. İndi İranda bu günlərdə Durkheim'in nəzəriyyə, Marx'ın nəzərinin ən böyük mütərəqqi nəzərlər bilirlər. O halda ki, bunlardan daha çox meydana gəlmiş nəzərlər var. İlk baxışda, yəni birinci, əvvəl, ilk baxışda gözümüzü açılıq baxırıq, görək nə var? Bu iki sistemin bir-birinə yaxın olduğunu görürük. Deyir ki, belə baxanda nəzərimizə gəlir, bunlar ikisi də bir-birinə yaxındırlar. Bu iki sistemdə dedik, kollən o hər şey ki, bir-biri ilə işləyir, bir vahid kimi görülür, ona deyirlər sistem. Bir-birinə yaxın olduğunu görürük. Çünki ikisi də sosial olayların doğal nədənlərinin sonuçları olduğunu maddə, həyat və ruh olayları kimi doğal yasalara uyduğunu əsas olaraq qəbul edir. Çünki deyir ki, ikisi də, hər iki teori də sosial olayların, toplumsal işlərin, ittifaqların, hadisələrin, cərəyanların doğal nədənlərinin, onun təbii səbəblərinin sonuc nəticələri olduğunu deyir ki, pəs sosial olaylar doğal nədənlərin, təbii nədənlərin sonucudur. Beləsi, bu birincisi. Pəs deyirlər ki, ictimai bir etiraz var, ya ictimai bir hərəkət var, ictimai bir evlənmək ictimai bir olaydır. Ölmək ictimai bir olaydır. İşləmək bir ictimai olaydır. Təlimi, tərbiyyət bir ictimai olaydır. Yəni, lazım deyil şuriş, üsyan. Yox, hər şey ki, insan toplumunda var, alver. İşləmək, bekarçılıq, bunlar olaydılar. Hər olay ki, camiədə var, bunların hamısı doğal nədənlərinin sonucları olduğu üçün deyil, bunlar bir təbii bir şeylərinin sonucudur. Maddə, dedik, hər şey ki, bizim canımızdan ibarət və eşikdə görürük. Həyat, yaşam, ruh olayları kimi, deyir, bunlara tay, doğal yasalar uyduğunu. Deyir ki, necə ki, həyat, maddə özü, fizik, şimi, riyazi yox, fizik, şimi, döktürlük, təbiblik, memarlıq və canımızın sistemi, hər halda bunlar. Deyir, maddə, həyat da, yaşam və ruh olayları dedik, rəvanşünaslığa deyir ruh. Ruh nə? O şey ki, biz inanırıq, qurur ləbbi, ruh min əmri yox, əmri Allahdan deyil. Deyir ki, ruh belə bir şey, bu ruh olayları kimi doğal yasalara uyduğunu deyir. Bunlar doğal, təbii yasalar, qanunlar uyduğunu, yəni ona hərəkət elədiyini əsas olaraq qəbul edir. Hər ikisi qəbul edir ki, həyat da, ruh da, maddə də eyni ictimai təbii şeylər kimi bir maddələrin təsirindədirlər. Bu görüşə bilim dilində determinizm adı verilir. Bu görüşə, bu baxışa ki, dedim indi, bunların hamısına deyir ki, bilim dilində, elm dilində determinizm deyilir. Bu lüğətin adı determinizmdir. İndi determinizm nədir? Determinizm, yəni dostlar, bir fikrin üstündə dayanmaq, sabit dayanmaq, dəyişdirməmək. Determinizm, yəni müsəmməm olmaq, budur, bundan qeyri deyil.
Bu determination. Təsmin tutursan ki, belədir, bundan sonra ayrı bir şey qəbul eləməyəcəm, olursan dedim. Hər halda, fəqət bu nöqtədən sonra bu iki sosioloji sistemi bir-birindən uzaqlaşmağa başlar. Deyir, təkcə bu şey, deyir, bu nöqtədə bir idilər ki, maddə qanunları var bunların, hər şeyin. Deyir, bu nöqtədən sonra, bu mərhələdən sonra bu iki sosioloji sistem bir-birindən uzaqlaşmağa başlayırlar. Yəni, Durkheim nəzəri ilə ki, sosiolojidir. Marksın nəzəri ki, maddəcilikdir. Bunlar bir-birindən ayrılarlar. Bu ləhzədən sonra. Bu ləhzədə biridirlər. Deyir ki, qanunu var. İctimai rəftarlarında bir qanunlar var. Təbii qanunlar var. Maddə kimi ki, qanunu var. Ruh kimi ki, rəvanşünasi kimi ki, qanunu var. Yəni, psixoloji. Yaşam kimi, həyat kimi ki, bir qanunu var. Camiədə də evlənmağın, ölmağın, özlərini adamları niyə öldürürlər onu? İşsizliğin, iş tapmağın, diktatorluğun, dinçiliğin, dinsizliğin hamısının bir qanunu var, yasası var. Tamam. Fikir edirəm ki, son cümləyə yetişirik. Deyir ki, yox, son paragrafa yer. Bu nöqtə nəzərdən sonra Karl Marx, indi görə Karl Marx'ın nəzəri nədir? Determinizmdə bir tür təkəl irəli sürür. Karl Marx'ın determinizmində, Karl Marx'ın düşüncəsində bir tür təkəl, bir tür inhisar. Təkəl dedik, yəni tək, bu təkdir, bu da əl, tək əl, bir əl. Təkəl yəni inhisar. Bir cür təkəl irəli sürür. Marx bir növ inhisar göstərir. İnhisar nədir? Onu tozih verir. Toplumsal olayların arasından nədən ola bilmək ayrıcalığı yalnız ekonomik olaylara özgürdür. Deyir ki, toplumsal olayların, yəni ictimai dedik da, evlənmək, ərə getmək, filan, bəhman, bunlar, dinsizlik, dinçilik, mollalıq, bunlar, olayların arasından, bunların içindən nədən səbəb ola bilmək, səbəb olmaq şeyi ayrıcalığı yalnız ekonomik. Deyir ki, o şey ki, səbəb olar bu olayların içində ekonomik, iqtisad olaylara özgüdür. Deyir ki, bu buna ixtisasdır. Deyir, xülasəsi budur sözün. Deyir ki, Marxın nəzərində ictimai, toplumsal yəni, toplumsal olayların nədəni ekonomi iqtisaddır. Bu. Səbəb iqtisaddır. Niyə evlənirlər? Niyə özünü öldürür? Niyə savadsızdır? Niyə savadlıdır? Niyə dərs oxur? Niyə döktür olmaq istəyir? Niyə mühəndis olmaq istəyir? Niyə hünərmənd olmaq istəyir? Deyir, hamısının səbəbi iqtisaddır. Bu bir. Digər sosial olaylar, məsələn, din, əxlaq, estetik hünər, politika, siyasət, dil, ağıl, dil, bu dil yox, danışıq. O şey ki, biz beynimizdə sözcüklər, dil, ağıl, bizim beynimizdə olan, mən dedim, mənim nəzərimdə ağıl fərqlidir, amma bunlar dostlarımızın çoxu beynimizdə olan məlumatın hamısına ağıl deyirlər. Yox, bu ağıl deyil. Necə ki, kompüterin hard diskində ittilaat var, amma ağlı yoxdur. Amma bir gün gələcək ki, o kompüter oradan nəticə alacaq, ağıl sahibi olacaq. Yəni, deyəcək ki, mənə bunları verdilər, mən bunlardan filan nəticəni alıram. Onda ağıl sahibi olur. Biz də ağlımız o zaman olur ki, farslar öyrətdiyi ilə bir ayrı kitabı da ki, bundan ziddi oxuruq, üçüncü bir nəzər çıxır. Məsələn, deyim, indiyəcən tarixdə oxumuşduq filan şeyi, indi purpirara da oxuruq, vəsətdən bir ayrı fikir çıxır bizim üçün. Bu fikir ağıldır. O ki, çıxır üstə, o ağılın görünəcək yeridir. Tamam. Mən ona sentez deyirlər da, bilirsiniz şeydə, Avropa dillərində, fəlsəfələrində. Digər sosial olaylar, o birisi ictimai hadisələr, nələr? Din, ictimai bir olaydır. Əxlaq ictimai olaydır. Estetik ya hünər ictimai olaydır. Politika, siyasət ictimai bir olaydır. Dil, dedik, sözcük, o bir şeydir. Ağıl özü, qüvvə, təəqqül, məsələn. Sahasına girən olaylar əsla nədən olmazlar. Bu deyir ki, o halda ki, dinin, əxlaqın, estetik, politika, dil, ağıl sahəsinə girən olaylar, bu olaylar ki, bu sahələrdə olur, din içində olur, filan onda, deyir, bunlara əsla nədən olmazlar.
bunlara səbəb olamazlar. Deyir ki, ekonomi bunlara səbəb olamaz. Dərhal o halda ki, əslən yalandır. Mənim nəzərimcə bu imkansızdır. Siz bir şey tapasınız ki, məsələn, din özü bir iqtisaddır. Özü bir iqtisaddır. Məscid özü bir iqtisaddır. Aşura, məhərrəmlik özü bir iqtisaddır. Bir olaydır, amma bir iqtisad olaydır. Mollalıq özü bir iqtisaddır, bir olaydır. Bir iqtisadi olaydır. Niyə adam gedib molla olubdur? Çünki mollalıqda rahat pul qazanır. Rahatca şəhvət eləyə bilir. Mənim yadımdadır o zaman ki, biz istiyoruz tələbə olaq. Tələbələrin çoxu deyirdi ki, olan nə olacaq bir gün biz eləyə bilək, məsələn, siğə eləyək bir dünya. Bu bir iqtisaddır. Hətta siğə eləmək özü bir iqtisaddır. Çünki nədir mən az pulundan çox ləzzət aparım düşüncəsidir. Çünki məsələn, ya biri müftə siğə olur, ya biri az puluna siğə olur. Siz ondan ləzzət aparırsınız, amma bir az puluna ya da əslən pul verməmaqla. Sadəcə sonuc ola bilərlər. Deyir ki, bunlar sonuc ola bilərlər. Nəyin sonucu ola bilərlər? Əxlaq nəyin sonucudur? Hangi dövrənin əxlaqı? İndi İranın indiki əxlaq ki, indi İranda var, o 20 il bundan qabaq, 30 il bundan qabaq, 50 il bundan qabaq yox idi. Bu əxlaq nəyin sonucudur? Hünər nəyin sonucudur? Marks bunların hamısını iqtisadı görür. O da iqtisadı açıqlar, amma bir nəqd gətirir Marksın nəzərinə ki, deyir, din, əxlaq, hünər, siyasət, dil və ağıl sahələri əsla nədən olanmaz. Yəni, ekonomist deyir buna nədən olanmaz, səbəb olanmaz ekonomi. Sadəcə sonuc ola bilərlər. Deyir ki, bilmirəm, iqtisad sonucu ola bilər, bunların sonucu ola bilər, ya bunlar iqtisadın sonucu ola bilər. Bu səbəblə Karl Marx'a görə ekonomik olayların dışında olan bütün sosial olaylar kölgə olaylar, ipofenomenlərdirlər. Deyir ki, Marx'ın burada qurtulur cümləmiz. Bu səbəblə Marx deyir ki, Marx beləsi görür. Deyir, yəni ki, Marx'a görə, yəni Marx'ın fikrinə görə əsasa ekonomik olayların dışında olan bütün sosial olaylar, tamam o ictimai olaylar, hadisələr, olay, hadisə. Ya hər nə ki, hadisə deyəndə biz İranda mənası sadəcə məsələn ot tutmaq. Bu bir hadisədir. Özünü öldürmək. Yox, hər nə ki var toplumun içində, bir camiədə hər nə ki keçir, o olay hesab olur. Olay türkcədə müadili farsçada yoxdur. Onun üçün, çünki biz hadisə dediyimizdə bir ayrı bir şey olur. Cərəyan dediyimizdə bir ayrı bir şey olur. Hərəkət dediyimizdə bir ayrı bir şey olur. O halda ki, olay bunların heç birisi deyil. Hamısına da şamil. Ekonomik olayların dışında yəni eşiyində, xaricində, dışında, eşiyində olan bütün sosial olaylar kölgə olaydır. Deyir, nəyin kölgəsidir? Ekonominin kölgəsidir. Buna nə deyirlər İngiliscədə, Latin elmi dildə? İpofenomenlər. İpofenomen. Fenomen pədidə farsça, olay. İpofenomen pədidədən aşağı, rütbəsi aşağı olan. İpo normalda bir şeyin zəif olması halını göstərir. Konumundadır, yəni halındadır. Mən elə burada qoyum qalsın, çünki bu bəhsə girəcəkdir. Çox Marx'ın nəzərini açıqlayacaq, sonra misal vuracaq, sonra danışacaqdır. Bu qalsın, sabahları bunu davam verərəm. 49-cu səfənin əvvəlinəcən yetişdik. Sizə can sağlığı arzulayıram. Sağ qalın, səlamət qalın. Umaram ki, kitab oxuyasınız. Kitab oxumaq belədir. Yəni, indi bizi, məsələn, gəldi, burada 100 il qabağın alimlərindən danışdı. Dostlar, baxın bir, İranda bu günləri filsuflar danışırlar. Hamısı ya Əflatun, Ərəstudan danışırlar, ya ən çoxu Nietzsche'dən danışırlar. Ağa, Nietzsche cəngi cəhaniyə əvvəl, dovvum zamanında idi, qutardı, getdi, hududən 45-də qutarıbdı, bu da 20, 65 il, 66 il, bəli, 66 il geçir Nietzsche'nin ölümündən. Nietzsche də bir kitabı ha zaman yazıbdı. Onu da qoyun üstündə məsələn bir 20 il qabaq yazıbdı. Oldu Nietzsche 85 il. 85 ildə dünya dəyişibdi. Və cəlib budur, İranlılar niyə Nietzsche'ni oxuyurlar? Niyə məsələn filan kəs oxuyurlar? Niyə bəzi filsuflar dünyada var, əslində biz tanımırıq. Fəqət Nietzsche'ni tanıyırıq bir iki dənə də bunlardan sonra. Niyə? Çünki onlar iki İranlıların fikrinə yaxındır. Nəcat pərəstliğə. Biz onları qəbul edirik. Nietzsche
faşizmin dədələrindən biridir. Yəni Nietzsche'nin fikri əgər İranda heç zad dəyişdirməyib, İran getdikcə üzdən faşistləşir. Çünki Nietzsche'nin fikrini oxuyuruq da. Əgər Nietzsche'nin fikri bunu dəyişdirə bilməyibdir, budur ki, Nietzsche bu fikri motorudur. Nietzsche faşizmin motorudur İranda. Almanda da Nietzsche faşizmin motoruymuş. İndi biz bunu nə qədər inkar edirik, eləyək. İnkar eləmək müşkülə həll eləməz. Görürük ki, Nietzsche ölür, Hitler də ölür. Hitlerin fikri də ölür. O fikir Nietzsche qalır, amma Nietzsche'nin bu günləri fikri aradan gedibdir. Niyə? Çünki Almanda bu faşizmə öncə rolu qoyublar general. Almanda Nietzsche'ni oxuyan yox. Bu İrandadır ki, Nietzsche'dən ötürü şəxsi gedirik bizlər. Və fikir Nietzsche'dən danışanda yəni mühüm söz danışırıq. Necə ki, Zərtüşt adında kitabçı yazıbdı Nietzsche, əslində Zərtüşt adında adam yox imiş, bu kitabı özündən yazıbdı onun adına. Amma biz onu qalırıq, Zərtüşt sözləri, özləri dedikləri İslam tarixində, İslam müsəlmanlar yığdıqlarını hesaba qoysaq, hamısı çirtipert çələndiyatdır. Geri qalmış bir insanların sözüdür ki, əsr-i məqəbli insana gedir, yetişir. Mən özüm gördüğümü deyim. Biz Ruznamenigarı oxuyanda bizə kitablar verirlər, oxuyurduq danışqahda 30 il bundan qabaq. Həmin kitabları bu gün oxuyurlar İranda. Cəlibdir. O ustadları ki, bu kitabları oxuyublar, ustad olublar, yenə həmin kitabları dərs verirlər. Və cəlibdir, özləri yazdıqları kitab o kitablardan dağlıdır. Çox cəlibdir. Mənə əcib gəlir. Çox əcib gəlir ki, məsələn, Döşdürgəndə bizə dərs verəndə, Döşdür Bədii də məsələn dərs verirdi danışqahda. Döşdür Bədii özü məsələn 30 il qabaq bir kitab yazmışdı, Şah zamanı. Onu dərs verirdi. O kitabın mənbəyi Amerika, Avropadan idi ki, məsələn 150 il bundan qabaq kitablar yazılıbdı. Yəni biz əslində 150 il qabağın Ruznamenigarlığını oxumuşuq. Camiə-şünası biz Emil Durkheimi oxuyanda ki, ən son nəzəriyyədir İranda məsələn. Yəni bu ki 150 il bundan qabağın kitabıdır. O özü de bunu bir zaman yazıbdı, onu da bunun ömrün ölen zaman ki bunu yazıbdı, yazmayıbdı ki. Bu kitabı bir neçə illər qabaq yazıbdı. Biz falan o ne diyeceğin kitabını oxuruq. İqtisadi Milal mesela Adam Smith. Ne oxuruq mesela o az qala deyirəm 300 il, 250 il bundan qabaq yazılan bir kitabdır biz bu gün oxuyuruq. Ağa dünyada hər şey dəyişilibdi. Necə kompüter var? Kompüteri o elmi ki səbəb olubdu kompüter çıxsın. O elmin camiə-şünası da eyni kompüter kimi tazadır. Bu gün internet var. Buna görə ki internetə bir fəlsəfə bais olubdu. İnternet ortaya çıxıbdı. Kompüter ortaya çıxıbdı. Kompüterlə şeyin. Hətta indi G5 dedikləri teknoloji internetdə gəlir. Bu bir fəlsəfə bunu yeniləşdiribdi. Çünki bir düşüncə, baxın dedim fəlsəfə yəni düşüncə. Bir düşüncə tapılır. O düşüncənin əsasında teknoloji dəyişir. O düşüncənin əsasında tək teknoloji dəyişmir ki, insanların rəftarı dəyişir. İnsanların rəftarı dəyişəndə yəni insanın əvvəl fikri dəyişir, sonra rəftarı dəyişir. Bəs bizə diqqət buyur, biz gərək bunları şey eləyək. Amma teknoloji özü də əfqarı dəyişdirir. Düşüncəni dəyişdirir, fəlsəfəni dəyişdirir. Biz hala məsələn təyyarədən öncəki fikirlərlə camiəni idarə etməyə çalışırıq. O halda ki İranda əslində indi feilən qurun nüfusda, rəsmən biz qurun nüfusda yaşayırıq. Rəsmən qurun nüfusda yaşayırıq. Sağ olun əziz dostlar, umarım ki kitab oxuyaq. Görürəm qulaq asanlarımız olmuş, şükür olsun, sevinirəm. Hərdən biri gəlir, ciddi elir gedir. Umarım ki insanlarımız bir cür kitab oxusunlar. Sağ olun.